Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin Mühendisliğine Karşı Türkçe Eski Kitaplar programının 357. bölümün Allah'ın lütf ve keremi ile başlayıram. Allah'a şükür olsun ki ömür verdi ve eləyə bildim. Türk dilində bu qədər inkişaf eləməyə çalışım. Gedək bu günləri atalarımızın bizə kəpsul elədiyi təcrübələrindən, düşüncələrindən, anlayışlarından, baxışlarından hangisi rast gəlir ki, onu oxuyaq. Dünən bir mənzumə oxuduq. Bu Divan-ı Nəzim Türk-i Hindi, bu hindisi yox idi. Düzdür, əvvəldə biraz farsı var idi, amma əslində bir şeirin yarısından izafə deyildi. Yəni, onun üçün mən bunu heyif görürəm ki, burada bu hindi kəlməsi ya şey kəlməsi qalsın, farscası qalsın. Elə bunu beləliklə Divan-ı Nəzim. Çox gözəl bir divan idi. Axtardıq, üstündə tarix, biraz axtarış apardıq. Tapdıq, gördük ki, bu Sultan Mustafa Sani Həzrətlərinin dövründə olubdur. 1074 ilə 1115 illər arasında yaşamış bir padişahımız və bu kitab da əgər diqqət eləsək 1006-da cülus eləyibdir, 1015-də Allahın rəhmətinə gedibdir. Bu kitab hududən 1010-da yazılsa üst-üstə 337 il bundan öncə yazılmış bir dərin kitabdır. Bir dənə mənzumə burada görürük. Gedək bu mənzumə nədir və hangi zaman yazılıb, kim yazıbdır. Bundan izafi kiçikləşmiş səfiyyə yerləşməyə kitabın eninə qoyublar. Kitabın cildi görürük ki, kağızdandır, yəni kartondur, kağızdır və Şirazə görürük ki, rəngini əldən verib, kitabın qıraqları adcacan çürümüşlüğü görsənir. Kitabın içini açır, görürük ki, cildə yapışan səfhə saralıb, ortadan biraz Şirazədən cırılan yerlərini görürük. Bu birisi səhifədə Süleymaniyyə kitabxanasının möhrünü görürük və kitabın için açanda görürük ki, Şirazə cırılıbdır, tazaşdan onu ayrı bir sapla tihməyə çalışıblar. Kitab özü də birinci səfhəni görürük. Əlbəttə bu birinci səfhə deyil. Bu neçinci səfhə ola bilər. Çünki Bismillahirrahmanirrahim falan yoxdur burada. Bu da bunu deyir ki, bu kitabın əvvəli düşübdür. Kitabın cırılmağını görürük, neçə yerdə cırılıbdır. Onu bir ayrı kağızla, sirişomla üstünə qoyublar, yapışdırıblar, kitab cırılmasın. Ortadan da cırılanları görürük, haşiyədən də cırılanları görürük. Bir də burada bir mühasibələr eləyiblər. Biri minhadı mənfi eləyiblər, çıxıblar bir ədədi bir ədəddən, birində də əgər səhv eləmirsəm cəm eləyiblər. Ondan sonra o birisi səhviyyə baxırıq, görürük, bəli, burada kitab 9-cu səhviyyə yetişib, özü üstə bir 9 yazıbdır. Bu 8, o da 7. 6 səhifə ən azından düşüb, yəni ki, bu səhifəni 7-ci səhifə hesablasaq, buradan bizə 6 səhifə kitabdan yazılı bölümündən heç olubdur. Əvvəlində indi nə qədər yazısız var imiş. Xətti çox gözəl bir xətt ilə yazılıbdır. Divanın adı Zehnidir. Yəni yazarın adı, biz buna əgər desək mənzumə yazıblar, amma bu mənzumə calibdir. Bu da 1263-cü ildə, bu başda dostlarımız PDF-də yazıblar. 1263-cü qəməri ilində 282 səhifədə əldə olan hissələridir. Yəni bunun əvvəli və sonu ehtimalən dağılıb gedib. Cırıldığından elə əvvəl baxanda gördük, o Şirazə cırılıbdır, tazaşdan tikiblər. O bəlli elədir ki, kitab şey olubdur. Kitaba az da olsa su gəlibdir Şirazə tərəfindən və aşağıda bir-iki yerdə görsənir. Dedim, qıraqlar cırılıbdır, bu yüzdən də yenə o cırılmaqlar görünür.
əl yazması çox gözəl bir əl yazması var. Bəzi kəlmələri, o cümlədən şairin adını qırmızı yazıbdır və şeirlərin başlığını da qırmızı yazıbdır. Kitabın hətta bu səhifədə, yəni 10-cu, 11-ci səhifədə də PDF-də 5-ci səhifə olur. Görürük ki, yəni kitab cırılıbdır, su da gəlibdir. Ortasına bir ayrı kağızla çəsb yapışdırıblar. Yəni yapışqanla yapışdırıblar ki, şey olmasın, daha çox cırılmasın. Mevlana Cami Həzrətlərinə bir nəzirə yazıbdır. Bəhr-i Təvil Dəlnət-i Rəsul. Bəhr-i Təvil deyəndə, yəni hər beytin özünün bir 10-15 dənə kəlməsi var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə kəlmə ilə bir dənə beytin bir misrəidir. İkinci misrə də o qədər, yəni çox uzun. Bu davam edir. Yəni səfədə elə bir ki, bir səfə yazı, düz yazı yazıbdır. O halda bu düz yazı deyil. Bu Bəhr-i Təvildə uzun ahəngidə bir şeirdir ki, bu cür 3-4 səhifəlik davam edir. Ondan sonra yenə də Nə't-i Rəsul Məşşərat, ehtimalən Məşşərat onlar ola bilər. Davam edir. Təxmis-i Qəzəl və beləsi davam edir. Xətt çox gözəldir. Kitaba burada görürük ki, kitaba o ləkələrdən sonra çox su gəlmiş imiş. Yəni indi burada qurumaq yerlərini görürəm. Kitabın düzdür, indi ortalarına yaxınıq. Baş tərəfdən çox su gəlmişmiş. Beləliklə indi bəlli olur ki, niyə ortada həm qaranlıqdır, yəni qaradır, o yəni şey olubdur, həm də ki orada bir buruşmuşluq görürük. Yəni quruyub orada, quruyanda biraz kağız o keyfiyyətin, düzlüğün əldən verib biraz buruşubdur. Hətta burada da görürük. Yəni kitabın özündə də, səfənin ortasında da indi yavaş-yavaş gözüm təşxis verir ki, bu kitab su çəkib və su çəkəndən sonra da kamilən islanıb və quruyanda da buruşuq düşübdür. Amma mənə belə gəlir ki, bu kitab indi bu ortalarda daha çox suyun o gəlməsi görsənir. Bu da ehtimalən 2 dəfə su gəlmiş olduğunu göstərir. Bəzi yerdə su bais olubdur, yazı biraz aradan gedibdir, amma əksəriyyəti salimdir. Çox bu ehtimalən bu xəttat ki bunu yazıb, xətti dəyişdi biraz. Xəttat ki bunu yazıbdır, çox hünərmənd ya incəsənət ya əl yazmada çox ustad imiş. Şeirlərin hərəsini bir modeldə çalışıb yaza ki, o kitabda bir yazı fərqliliklərin hər səfədə adamı hiss eləyir. Çox usta bir insan imiş. Allah Teala yazana, şeir yazana, şeir qoşana, qoşmanı qoşana, şeiri yazana və nəssaxına Allah Teala rəhmət eləsin, bizlərə də rəhmət eləsin ki, buna lütf eləyibdir, vaxt verib, imkan verib bunu oxuyaq. Kitabın ortasında bir tarix yazılıbdır, 1269. Bu, kitabın ortasında yazıldığı bir tarixdir. 1263-dən ehtimalən başlayıb 69-a can, bəlkə də sonraları can davam edibdir. Burada əlbəttə bilmirəm bunlar nə tarixidirlər, çünki oxumamışam, amma xəttlər də dəyişdi. Yəni buradan indi əl yazma burada dəyişir, qələm dəyişir, əl yazma dəyişir, yazı formatı da dəyişir. Ehtimalən burada 1267-dir, bu 1269-dur. Yəni bir dənə səhifədə 2 tarix görürük. Bu ehtimal verirəm ki, ehtimal nə verə bilərik? Burada da 1267-dir yenə. Bu birisi, yəni arxa səhifəsində də tarix var. 1267. Bunu da görürük. Divan-ı Zehni yazsaq yaxşıdır bunun adını. Divan-ı Zehni. 1267-ni gördük burada qısaca bunu 1267 1200
66 idi. Neçə idi ona da bir baxaq. 1267, 1369. Görək ayrı tarixlərdə görsək, onları da yazarıq. در ستایش محمد علی پاشا، داماد کامل پاشا. Damad Paşa, bu da bir kitabın haqqında. Məhəmməd Əli Paşa, Damad Kamil Paşa. Damadı Kamil Paşa. Kamil Paşanın damadı. Ona burada bir şeir deyibdi. Özü də uzun bir şeiridir. Xətt yenə düzəlir, həman xəttə gəlir. İhtimalən ortada Cəhadiyyə Bəhri Misrəi tarixdir. Misrəi tarixidir. İhtimalən burada tarix 1270'i burada gördük. 1270 tarixində burada gördük. Burada da 1265 2 dəfə zikr olubdur bu bir səhifədə. 1265 2 dəfə zikr olubdur. Burada 1266 zikr olubdur. Burada 1253 zikr olubdur. Bunlar heç birisi tarix deyil. Bunlar göstərir ki 1253. Bu göstərir ki bu adamlar bu tarixdə ya ölüblər ya bunlar məsələn bir iş başına gəliblər. Onların tarixidir. Yenə burada bir tarix qoyubdur amma mən tarixi ədəd olaraq görmürəm. Gərək bu əbcəd ilə təşxis verilə. 1254'ü görürük. Bu da bir tarixdir. Tarix Sarayi Çarşənbə və Mişarı İleyh. Belə bir şey də burada yazıbdır. 1251, 1250, yəni 1252'ni burada görürük. Burada 1254'ü görürük. 1252, 1254. Bu tarixlər də burada görürsənir. Burada yenə 1250, hətta 55. Bunlar 1255'lər. 1255 Divan tərcümə tarixidir. Burada da belə bir şey gəlir. Bunlar nə deməkdir? Mən təşxis verə bilmirəm. PDF-də bu kitab 141 səhifə görsənir. Hamısında təqribən bir tarix. Burada 153 qoyubdur tarix. Ədəd ilə də yazıb. Yəni mən belə gəlir nəzərimə ki məsələn bir dənə kəlməni yazıb. Bu miqat, ziba, zeyb, fər. Bunların biri ya da hamısı olacaqdır məsələn o tarix. Burada 163'ü görsənir. Burada yenə viladət, bir viladət üçün bir tarix yazıbdır amma ədədcə yazmayıbdır. Yəni bu kitab burada 1269 yenə də görsənir tarixdə. Tarix qırmızı xəttinə bu tarixləri yazır ki mətndən ayırsın, yəni şeirdən ayırsın və gözə rahat çarpsın. Adamlar rahatca görsünlər ki hangi tarixdədir. Yenə burada 1270 ilə qarşılaşırıq, bir ayrı şeydir və kitabın axirinə ehtimalən yox, ortasında gəldik. Zehni tarixin yazarkən çıxdı bir fəryad kim? Ah, ah, qabdi bu xani Yusuf'un gürgi əcəl. Bu da öləndir. Ölən gürgi əcəl gəldi 1272'də bir nəfəri apardı. Burada bir səhifə boş qalıbdı. Fikrim orada da bir səhifə boş qalmışdı ki, orada da kiçik şeirlərlə tarix yazmışdı və ayrı xəttinə. Yenə də qəzəliyyata gəlibdi. Əlif ilə başlayır və qəzəliyyat bölümü özü yazmışdı. 1273 ilə 1274 arasında. 1274 ilə 1274 arasında. 1274 ilə 1275 arasında. 1275 ilə 1276 arasında. 1276 ilə 1277 arasında. 1277 ilə 1278 arasında. 1278 ilə 1279 arasında. 1279 ilə 1280 arasında. 1280 ilə 1290 arasında. 1290 ilə 1291 arasında. 1291 ilə 1292 arasında. 1291 ilə 1293 arasında. 1291 ilə 1294 arasında. 1294 ilə 1295 arasında. 1295 ilə 1296 arasında. 1296 ilə 1297 arasında. 1297 ilə 1298 arasında. 1297 ilə 1299 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 arasında
müstəzad burada şeirin qarşısında yox. Öz adı ilə gözəl şeylər düzəldib, kəlmələr düzəldibdi və hamısını da öz adının üstünə həm xətt çəkib, həm də qırmızı qələm ilə yazıb, cöhər ilə yazıb ki, biz onları kamil baş tapalım. Biraz əlyazı dəyişibdir, rəng də dəyişdi. Yəni rəng burada biraz abiyə çalır, yəni göyə çalır, sürməyi hətta burada sürməyi olubdur. Amma orada birinci bölümçü qəri idi. Burada da dedim tarixdir, amma tarix deyilmiş. Bir dənə qıraq yazı görürük, bir ayrı əl yazma ilə burada bir qıraq şeiridir, yenə zehnidəndir, qıraqda yazıbdır. Dediyimiz kimi bu xəttat, bu adam ki bunu yazıbdır, çox ruhiyyəli, çox usta bir adam imiş, Allah Teala rəhmət eləsin. Hər şeirin özünü bir formatla yazıb ki, kitabda bir tənəvvü, bir fərqliliklər olsun, insanlar bu səfədən o səfiyə gedəndə aynı kimi görməsinlər, fərqli görsünlər. Burada da məsnədişin olmuş iki şəhzadə. Burada da belə bir şeirin ehtimalən mətnində qələt yazılmış ola bilər. Onun düzün qırmızı rəngi ilə qıraqda yazıbdır ki, bəlli olsun. Yenə də qıraqda bir zehnidən bir ayrı şeir burada görürük ki, qıraqda da yazıbdır ayrı qələmlə və ayrı rənglə. Rəngləri burada müqayisə eləyə bilirik ki, hangi rəngidir. Burada da cöhər düşüb kitabın üstünə, təəssüflə bir kəlmənin üstünə düşüb və o kəlmə görsənmir. Kitabın 116-cı səhifəsində yetişəndə bir vərəqlə ki, o yüzü bu yüzü boşdur, qarşılaşırıq. Ondan sonra şeir yenə davam edir. Burada bir kəlmə nəzərimə gəldi, ehtimal. Qıraq yazıda yenə də bir şeir görürük, amma burada ehtimalən zehninin ya deyil, onu görmürəm, çünki qırmızı yazı ilə onu ayırmayıbdır. Bu kitabın sonlarına yetişirik, o çırıq səfələr yenə kitabın sonundan görsənir və ha belə o bəlkə çox su keçdiyi üçün bu səfə küllən şey olur. Bir dənə lətifə yazıbdır şeirinə, pərçəmi şahanə, ləğzi nadirə və demək olar kitab qutardı. 1264-cü ildə kitab ehtimalən qutarıbdır. Ehtimalən. Gərək ki, bunu oxuyaq. Əlbəttə bu şeiri də çox gözəl yazıb, bunu oxumalıyıq. Sonra da bir düz yazı yazıbdır. Orada da ehtimalən 2 səhifəlik bir yazıdır. 1284 deyə bir tarix qoyubdur. Əlbəttə yazıb ki, səhifə 10. Yəni bir ayrı kitabdan götürüb bunu səhifə 10-dan. Mən əgər istəyəm ki, burada kitab qutarır, bir şey yoxdur. İstəyək bu kitabın əsli tarixini çıxadaq, bu şeiri oxumaq məcburiyyətində yox, adına deyir müfrədat. Müfrədat yəni bir beytlər ki, tək beytidir, bir beyt. Ehtimal verirəm bu anlamda olsun. Yəni mən dedim bu şeir fənnindən, hünərindən, incə sənətindən anlamadığım üçün o cür deməyim. Teyyi müşrəb, teyyi məşrəb ol ayini dəhrü nəzər et. Teyyi məşrəb ol ayini dəhrə nəzər et. Özün insan oləməzsə, sözün insan olsun. Belə bir şeir yazıbdır. Gedək görək ki, bunun davamında. Bir əməlinə dəvrə radır. Dəvrə radır, padişah olsan çə sud. Bir əməlinlə dəvr vəradır. Bilmirəm də. Dəvr vəradır, belə bir şeydir. Bir əməlinlə, bir əməl ki, ola bilər. Bir əməl ki,
Devri veradır padişah olsan çe sud. Varani در پیش دن dervişe İyu Allah'ımız. Dervişe yu Allah'ımız. Belə bir şey oxunacaqdır. Bu xəttə adət eləməmişəm. Hələ elə birdən girdim bu kitabın içinə. Bəzm-i vəhdət meyi mühəbbət saqi Kəvsər suruş. Belə bəzmin hər nəfəs məsti oleydüm kaş ki. ازل تألیفات تاریختن یک نسخه عشقم bu تبییزün dahi oldu tamami sali sağərdə. Bu ehtimalən bu şey olacaqdır. Kitabın qurtarmasının işarəsi olacaqdır. Əzəl təlifatun tarixidir. Yek nüsxeyi eşqim. Bu bəyazın həman olacaqdır. Bu əlbəttə T-də də təbyizün də görsənir. Bu təbyiz ehtimalən bəyazlandırmaq, yəni yazını yazır, qərərlir, orada burada ağ qalır, onu ehtimalən. Bu təbyizün dəxi oldu tamami sali sağərdə. Sali sağər ehtimalən bu il olacaq. Görək ki, burada bu günləri Pilot'u da istədim qatım, Copilot. Əgər tapa bilsəm, indi Copilot'u cəlibdir ki, onu əvvəlcə daxil bu şeydə yazaq. Görək ki, bizə nə deyir? Sali qərrədə. Sağərdə. Sali sağərdə. İndi deyək ki, bunu bu sözləri əbcəd ilə mühasibə eylə. Görək ki, bu sali sağərdəni də gələt yazmışıq. Tamami sali sağərdə. İndi bunu da düzəltsək buradan daha yaxşı olar. Bu sözləri əbcədlə mühasibə ilə sali sağərdə. Sali sağərdə ibarətini əbcəd-i kəbir hesabı ilə belə mühasibə etmək olar. Sal sin 60'dır, əlif 1'dir, lam 30'dur, cəmi olur 91. Sağər sin 60, əlif 1, G 1000, R 200, dal 4, H 5. Bu 1270 buradadır. Sağər kəlməsi 1270'dir. Bu da 91'dir. 1300 falan olar. Bu olmayacaqdı. O burada da yazdıqları kitaba qeysaq. Burada da 1264 yazıbdı. Amma burada biz tapdığımız 1264 olmur. 1270 olur. 1361'ə əgər cəm eləsək 1361'ə rast gələr. Amma bu ədədə ən yaxını elə sali sağər özü olur. Sağərdə. Fikirlərim ki, sağərdə olduğudur deyil. Sağərin özü neçə olar? Sağərin özünü hesablasaq. Əbcədi sağər.
Sağərin özünü hesablasaq neçə çıxar? Sağər 60, əlif 1, G 1000, bu da 200, 1261 elər bu. Əslində bu düz gəlir məncə. Sağərdə o da hesab eləməsək 1261 həm bu tarixə yaxın gəlir, həm də düz olur. Məncə bu şeir, kitab tarixini əgər yazsaq, yazarıq ki, tarixi kitabət yazaq. Çünki hələ feylən bilmirik, bu şairin xəttidir, yoxsa əlbəttə ki, mənə təqribən aydındır, bu şairin xətti deyil, bunu bir xəttat yazıb, çünki qələt azdır içində, ya da yoxdur. Bu birinci dəlildir ki, içində bir kəlmələri qərələməyib. İkinci, xətlər hər yerdə fərqlidir. Şairin içində duyğusu coşa gələndə, o şeirləri, sözləri gələndə, yazanda, o hər duyğu özü bir əl hərəkətində bir etki buraxar, təsir elər. O etki, o xəttin necə hərflər bir-birinə bağlansın, necə uzansın, ya qıssalsın, necə onu dairəvi hərəkət eləsin, ya tiz kəsici hərəkət eləsin, bunlarda təsir qoyar. Biz bunlardan bilərik ki, şair ruhiyyəsi qələmi, insanların ruhiyyələri. Amma xəttatlarda ruhiyyə olmur. Əslində, onlar mütəxəssisdirlər. Onlar bir cərrah kimi baxırlar. Məsələn, biz istəyək bir uşağımıza bir şey olub, onu cərrahlıq eləyək, ehtimalən ağlarıq. Ya ehtimalən, məsələn, bir görsək cərrahlıq eləyirlər, özümüzdən gedərik. Amma doktor o cür deyil, bir mütəxəssisdir. Elə heç də bir əsəbi olmadan, narahat olmadan, ağlamadan, nə bilim, qorxmadan, üşənmədən, əli titrəmədən kəsir, asır. Çünki mütəxəssisdir. Xəttatlar, nəssaqlar mütəxəssisdirlər. Onlara çox təsir qoymur şeirin anlamı, duyğusu. Qoysa da onlar bunu öz şeylərində saxlaya bilirlər. İçlərində əl yazılarında o qədər etki buraxmır. Amma şairin əl yazısında hər şeir etki buraxır. Yəni bunu bilməliyik. Ona görə şairlər birinci yazını yazanda həm kəlmələri tez-tez qərərləyə bilərlər. Bir də ki, şeirdə, şeir zehnə gələndə çox sürət ilə gəlir zehnə. Əl yazısı sürət ilə yazmalıdır ki, bunu eləyə bilər, o zehnə gələni yaza. O zehnə gələni yazanda o çoxlu xətt dəyər, kiçik, əcib yazılar. Amma xəttat bu cür deyil, xəttatın vaxtı vardı. Deyib, məsələn, mən bugün 10 səhifə yazacağım, 20 səhifə ya 50 səhifə. Onu rahatca oturur, qələmi hövsələ ilə batırır, sətri, kağızı qoyur, ya xətkeşi qoyur, bilir ki, mən nə cür bunu düz yazacağam. Xətti düz olacaqdır, əvvəli, axiri bir xəttə gedəcəkdir. Amma bu şairin əlində deyil. Sonunda dedik bir dana bir yazı yazıb, buna baxaq görək ki, bu nədir? Əvvəl bu tarixi kitab dedi ki, bu təbyizün daxi oldu tamami sali sağərdə. Sali sağər ki, olur neçə? 1261 oldu əgər mühasibəmizdə. Bəli, 1261-ci hicri qəməridə bu yazılıbdır. Mənə belə gəldi. İndi, amma burada bir qırmızı xəttinlə, yenə də aynı xəttinlə belə bir şey yazıbdır. Tanıya bilir. Şüəra-i benamədən pərverdə-i ғumum روزگار خواجگان دیوان همایوندن بایوردی zehni. Bu adı budur. Şairin adı. Şair adını burada yazıbdır. Bayburdi ya Bayverdi. Beləsi, mən indi burada hər şey yoxlam. Bayburdi, Bayverdi, zehni adı ilə Zar Erzurum iyalətində. Zar ehtimalən bu zehninin elə adı ola bilər.
Yəni zehni zar. Amma bu zarı çox görsənmir. Erzurum eyalətində Kain Bayburdu Nam qəsəbəsində Kain Bayburdu Nam. Bayburd. O da Bayburdumuş. Bayburdi. Bayburdi zehni zar Erzurum eyalətində Kain Bayburd Nam qəsəbə əhalisindən olub. 30 tarixindən bəri nəqd ömrün kəmalə sərf ilə sayeyi səniyyeyi Cənab-ı Mulukanədə vüzərai izam xidmət kitabətlərində İsar zehni iqtidar edərək əla qudrətil bəşəriyyə əsrində fələki kəmalına rəis və fələki kitabətə bir cis bulunan zəvatun hüsni həm və feyzi qəvamləri ilə uruci məaric məzaya və nuzul mənazil ilm و inşa dövlətindən girərək enواع بلاغت استهلا و اصناف اشعار و مجازات و تشبیهات و مشبهات و لف و نشری مرتب و مشوش اصناف جمال و خد و خال خوبان بیاننده neçə qəsaid və qəzəli istimali ilə Trabzon valisi Əsbəq xəzinədarzadə Osman Paşa Nəvvərəllah qəbrəhu xidmət davamı bu birisi səhifədir. Xidmət kitabətlərində ikən əfəndi mümi ileyha ya mumi ileyhün, yəni o ölən adama deyir da, mümi ileyhün əş'ari şəhri məzkurədə hər lisanədə cari etdükdən müşari ileyh əş'arınızı cəm etdikən asar olsun iradeleri vukuine mebni 55 tarihinde Cülûs-i Humayun mehabet megrun esnasında, indi burada 55 ihtimalen 1255 olacaq ihtimalen, amma burada beləsi yazıbdır. Vuku-i mebni 55 tarixində Cülûs-i Humayun mehabet megrun esnasında mükemmel divan tərtibinə müvəffəqiyyətlə müşarun ileyhün tavsiyəsilə bab-ı aliyə bir təqdim-i xacəlik rütbə-i cəliləsini haiz olduğu və şux təbiət və şirin məqal ərbab-ı zürəfa və əshab-ı hünərdən 8 növ xətt dəst. Görürsünüz, bu da calibdir. 8 növ xətti dəsti hünər peyvəstində mövcud idi. 8 növ xətt yazmaq başarırmış adam. Ona görə dedim, Trabzon və Erzurum havalilərində təlim ilm inşa neçə asar و تلامیزی olduğu və bu havalidə gərək گشت و گذار etdici mədayini şəhərlərdə müqtəzai vəfa cuyani və mətanəti və nəcmi məhbub olmaqla mətanət və nəcmi məhbub olmaqla hər kəslə ünsü ülfət mümtəzəc xaki təbiət əli açıq iqbali ətar ehtimalən və müstəqimul ətvar idi. Nəhayətül əmr çərhi yazıbdır. Çərhi
Dəvvar qəddar ana dəxi vəfa etməyib. 277 sənəsi mahi şair 1200 dünən bir şey dedik ki, müsəlmanlar minəcan 3 ədəddir də, yəni məsələn deyək 200, 300, 500, 700, 800, 999 3 ədəddir. Minə keçəndə ehtimalən minin özün yazırlar, amma oradan sonra ədədləri yenə 3 ədədlə davam edirlər. Yəni çünki deyirlər Həzrət Məhəmmədə yaxın deyil, o 200 yazanda Həzrət Məhəmmədə yaxın olmalıyıq. Amma bunu elə bu cür yazsaq adamlar idrak elərlər ki, bu mindən sonradır. Onun üçün Çəxri Dəvvar qəddar ana dəxi vəfat etməyib. 277 sənəsi 1277 hicri sənəsində mahi zilhəccəsi o 17-ci günü Zilhəccənin 17-ci Zilhəccə 17-si 17-ci günü Trabzon cəvarində dəfini xaki ətrnak olmuşdur. Nəvrəllah qəbrəhu amin. İş bu asarını mütaliə buyuranlardan xeyirli dua ilə yad edə. Bu vəsilə mərhum və məğfurun ruhi şad buyurmaları məsul və mütəmənnadır. 1284. Bu yazan adam Məhəmməd adı. Yazanın adı Məhəmməddir. 1284-də bu yazar haqqında, bu şair haqqında belə bir 2 səhifəyə yaxın bir mətn yazıbdır və onu tanıtdırıbdır. Çox gözəl bir əslində tanıtdırma idi. Buna Bayburdi Zehni Zar fot olmuş, tamam. Foto bu tarixdə olubdur və bunu dəfn ediblər. Bu kitabı yazan Məhəmməddir. Nəssax yenə desaq. Xəttat ya Nəssax kimdir? Məhəmməd adında Məhəmməddir ki, kitabın nüsxə tarixi 1284-də yazılıbdır. Adam özü 1277-də Allahın rəhmətinə getdiyi üçün kitabı da o zaman deyək qutarsa bu kitabın ömrü bəlli oldu. Amma bu zehni haqqında daha çox əlbəttə məlumat ala bilərik. Çünki düzdür, burada dedi ki, bu adam harda doğulubdur? Şahın xidmətində olubdur, neçə dənə valinin xidmətində olubdur, işləyibdir. Burada şuərayı benamidən pərverdi humum, o bura şeydir, qəm. Ruzigar xacıgan divan Hümayunidən Bayburdi Zehni Zar Ərzurumda doğulub əslində. İyalətinə Kain Bayburd nam qəsəbə əhalisindən, yəni bu şəhərdə Bayburdi qəsəbəsində doğulubdur. 30 yaşınacan orada olubdur. 30 tarixindən bəri 30 tarixindən sonra, yəni 30 yaşa yetişəndən sonra nəqd-i ömrün kəmalə sərf eylə sayi səniyyi cənab-ı mulukanədə və vüzərai izam-ı xidmət kitabətlərində isar-ı zehni iqtidar. Tamam, burada görürük ki, çox gözəl bu insanı tanıtdırdı. Amma biz bunun dahi tanımaq üçün gedək ChatGPT-dən və Copilot-dən soruşuq, görək ki, bizə bir bəs divanın adı əvvəl dedik ki, divan-ı zehnidir.
Divani Zihni adlı bir əlyazmanın qoşanı şairi haqda hansı bilgiləri toplayabilirsin? İndi bunu kopya eləyək, ayrı bir şeylərə də qoyaq. Görək ki, cavablar nə çıxır? ChatGPT nə deyəcək? Və aha belə Copilot nə deyəcək? Copilot birinci dəfədir ki, bundan istəyirəm faydalanım. Görək ki, bu nə deyəcəkdir? Bu da getdi farsça yazdı. Mən türkçə yazıram. Jaletdir. Bunlar nədən təşxis verə bilmir ki, mən türkçə istəyirəm. İndi deyək ki, mən türkçə deyim, Osmanlıca deyim. Bu Osmanlıca yazdığım üçün sən də aynı əlifba və dil ilə yazar mısın? Bunu da mən buradan götürüm. Ehtimalən o birisilərdə də belə bir şey olsa. Onu da qoyarıq ora. Bu görək, bu düz yazıbdır və ChatGPT də düz yazıb. Əvvəl ChatGPT-dən başlayaq. Gedək şeydən başlayaq. Çünki bu Copilot-i istəyirəm görüm nə oldu. Copilot, bəli, əlbəttə yazıram. Sən türkcəni, Osmanlıcəni necə yazırsan? Mən də aynı əlifba və aynı üslub ilə cavab verə bilərəm. Ada böylə. O da böylə. Sən necə yazdınsa, mən də əlfazu imlası ilə aynı şəkildə yaza bilərəm. İstəsən Osmanlıca qaydələrin ilə, istəsən Azərbaycan türkçəsi ilə, ya da Qaraçay, Balqar, Qaşqay, Türkəmən dialektləri ilə də yaza bilərəm. Nə gözəl. İndi sənə daha doğru və daha dəqiq yardım edə bilmək üçün bir şey lazım. Sən hansı əlifbanı istəyirsən? Osmanlı ərəb əlifbası bu şəkildə Divani Zihni adlı bir əlyazmanın qoşanı. Latin əlifbası ilə yox, istəmirəm onu. Bu şəkildə. Ya hər ikisin. Həmçinin istəsən sən yazdığın cümləni düzəldin. Çünki əlyazmanın qoşanı çox görünür ki, əlyazmanın qoşanı kimi bir nüsxənin adıdır. Yox. İstəsən, tamam. Osmanlıca. Bunu götürüm, deyim ki, nədən bunun əvvəldə gətirmir? Osmanlı ərəb əlifbası ilə yaz. Lütfən. Tamam, bu görək bizim indi cavabımızı yazsın, görək ki, cəlibdir, bunu mənə bu seçənəkləri verdi. Əlbəttə, burada yaza bilirəm ki, əcəba sən Güney Azərbaycan türkçəsi ilə də yaza bilər misin?
Bunu da soruşaq, amma üstü yazı yazdı. Gedək orada görək ki, nələr yazdı. Əlbəttə Osmanlı ərəb əlifbası ilə yazaram. Bu dəqiqədən etibarən sən necə yazırsansa, mən də aynı əlifba və aynı üslub ilə cavab verəcəyəm. İndi sənin suallarına və yazmaq istədiklərinə Osmanlı şəkildə cavab verə bilərəm. İstəsən, sən yazdığın cümlələri də Osmanlıca düzəldib, klasik imla ilə təqdim edə bilərəm. Bu şəkildə böyük məmnuniyyətlə Osmanlı ərəb əlifbası ilə yazmaqda davam edəcəyəm. İndi nə haqda yazmaq istərsən? Tamam, gedək suallarımızı, birinci sualımızı götürək. Deyək ki, bunun şeyi yoxdur. Kopyası var. Gərək sağ düyməni vurasınız, kopya çıxar. Copilot birinci dəfədir bunu təcrübə edirəm. Nə oldu? Kopya eləməyibdi. Select all, copy. Tamam, görək ki, bu nə yazır? Zahirən bundan xoşum gəldi. Copilot'dən. Görək, sənin soraldığın Divan-ı Zehni adlı bir əlyazmanın qoşanı, şairi, barəsində geniş araşdırma elədim. Amma nəticələr göstərir ki, bu adla tanınan heç şair, divan ya nüsxə xətti məruf və qeyd olunmuş deyil. Bu cavabın qıssası. Zehni təxəllüslü şairlər var, amma əlyazmanın qoşanı ya qoşanı adlı şair yoxdur. Aha, tamam. Deyək ki, yazıb ki, zehni təxəllüs şair var, amma Osmanlı türk ədəbiyyatında zehni təxəllüslü bir şair tanınır. Bayburtlu Zehni 1800 indi bunun tarixini deyərək yazar onu. Aşıq şair, həm də aşıqmış. Sərgüştənamə müəllifi Osmanlı dövrünün mühüm şairlərindən. Amma bu şairin divanına qoşanı ya əlyazma qoşanı deyə bir ad nisbət verilməmiş deyil. Qoşanı sözü. Ya tamam. Mən qoşanı yazaraq şairi qəsd etmiş idim. Əlyazmanın şairi muradım idi. Bəli, indi məsələ tamamilə aydınlaşdı. Sən qoşanı yazaraq əlyazmanın şairini nazirdə tutubsan. Yəni, Divan-ı Zehni adlı bir əlyazmanın şairi kimdir? Bu sorağa gələn doğru cavab belədir. Divan-ı Zehninin şairi. Osmanlı türk ədəbiyyatında zehni təxəllüslü tanınan şair 1809-1859 illər arası yaşayıb. Əsl adı Müstəfa Zehni Əfəndi. Dönəm Osmanlı tarixləri yazıq hicri. Tarixləri də hicri yazar mısın? Ki, beləsi dahi kamil gedək üstə. Dedim, Müstəfa nə mənə idi? Müstəfa Zehni Əfəndi. Şairin adı şair
Mustafa Zehni Əfəndi şöhrəti aşıq şair. Həm xalq ədəbiyyatına xalq yazıbdır. Türkiyədə x demədikləri üçün x deyirlər. Xalq ədəbiyyatı həm də divan ədəbiyyatına yazan məşhur əsərləri Sərgüştənamə, qəzəllər, qəsidələr, tarixçələr. Bunu da deyim ki, bunlarda bu Cətilbi olsun, Cemnay olsun, ya o birisilər təşxis verə bilmirlər ki, çox vaxt hangi kəlmə satla yazılacaq, hangi kəlmə 3 nöqtəli s ilə yazılacaq, hangi kəlmə sinlə yazılacaq, bunları təşxis verə bilmirlər feilən. Məsələn, qəsidəni sin ilə yazıbdır. Divanının bir çox əlyazma nüsxələri var, amma çoxu Divan-ı Zehni adı ilə qeyd olunub. Bu şairin divanına aid əlyazmalar kitabxanalarda Zehni ya Divan-ı Zehni adı ilə keçir. Amma nüsxələrdə qoşanı deyə bir nisbət yazılmaz. Sən qoşanı deyə yazdığın şey yəqinliklə əlyazmanın şairi Zehni. Tamam, bunlardan geçək. İstəsən mən sənə bunlara da tapa bilərəm. Divan-ı Zehninin nüsxələri hansı kitabxanalardədir? Nüsxələrin tarixçəsi, divandan nümunə beytlər, Zehninin həyatı və ədəbi şəxsiyyəti. İstəsən daha dəqiq bilgilər də tapa bilərəm. Sadəcə deyiş. Əlyazmanın hansı nüsxəsini araşdırma istərsən. Bəli, əlbəttə hicri tarixləri də yaza bilərəm. İstərsən miladi hicri ya hicri miladi çevirə bilərəm və Osmanlı ərəb əlifbası ilə də yaza bilərəm. Misal üçün 1859-cu olar 1276 hicri, 1809 miladi olar 1224. 1224-də doğulubdur. Bayburtlu Zehninin, Zehni Əfəndi doğum vəfat tarixləri Osmanlıca böyle yazılar. 1224-də doğulub, doğum 1224, vəfat 1276. 1276. Bu şəxsiyyətin həyatı haqqda bilgilər toplaya bilər misin? Tamam, bu bura məşğul olsun. ChatGPT ilə müqayisə eləyək. Divan-ı Zehni adlı əlyazma kitablarda qoşanı şair olaraq zehni təxəllüsünü işlədən bir neçə şair tarixi qaynaqlarda keçir. Buna görə sənin əlindəki nüsxənin dəqiq sahibini təyin etmək üçün içərisindən müqəddəmə, xatimə, tarix, xət və səbk izafi bilgilər lazımdır. Amma ümumi olaraq ən məşhur zehnilər bunlardır. Zehni Bəğdadi, bilmirdim. Bunlar çox cəlibdir bilməyimiz. Deyək ki, tarixləri lütfən mətni yenidən yazaraq tarixləri hicricə yaz. Tamam. Yenə də aynı o ədədlərdən istifadə edilir. Aha, yazdı. Divan-ı Zehni adlı əlyazma kitablarda qoşan şair olaraq zehni təxəllüsünü daşıyan bir neçə şair tarixi qaynaqlarda keçir. Buna görə sənin əlindəki nüsxənin dəqiq sahibini təyin etmək üçün içinin içindən yəni müqəddəmə, xatimə, tarix, xət və səbk izafi bilgilər lazımdır. Amma ümumi olaraq ən məşhur zehnilər bunlardır. Zehni Bəğdadi 100 il, yəni orada indi bir şey yazıb, Hicri 10-cu qarnında yaşamış Osmanlı şairidir. Əslən Bəğdaddandır. Divan ədəbiyyatının klasik üslubunda qəzəllər və qəsidələr yazmışdır. Şair
şairin də Füzuli Bəğdadi təsiri görünür. Şeirində olacaqdır. Şeirində Füzuli Bəğdadi təsiri görülür. Əgər nüsxənin dili ağır, ərəbi, farsi tərkibləri çoxdursa, bu ehtimal qəvidir. Ərzəncanlı zehni 12-13-cü hicri qəməri illərində yaşamışdır. Ərzəncanlıdır. Xəlq aşıq ədəbiyyatı nümayəndəsidir. Dili sadədir. Qoşma və giraylı kimi şeirlər yazar. Əgər divanda sadə türkcə, heca, vəzn və aşiqanə mövzular varsa, bu şəxsi olması mümkündür. Gözəl məlumat verdi. Mən bunları bilmirdim. Yəni, indi burada bir şeylər öyrənirik ki, çox ərəbcə, türkcə qatışsa nə ola bilər? Sadə, aşiqanə, yəni xalq dilində olsa nə ola bilər? Başqa zehni təxəllüslü şairlər. Divan ədəbiyyatı və təsəvvüf mühitlərində zehni təxəllüslü ilə yazan başqa şairlər də olmuşdur. Bunlar bəzən tikkə ya təriqət şairi olub, çox tanınmamışlar. Nüsxənin təyini üçün mühüm nöqtələr. Tamam, bunlar bizə... Əlbəttə, bu dediklərin heç birisi olmadı. Mən indi buna bir oxuduqlarımızdan dedik ki, bu adam harada doğulubdu, onu bir Trabzonda dedik, əgər iştibah eləmirsəm, dedik ki, Erzurum. Erzurum ətrafında doğulmuş bir şair və katibdən söz gedir. Ərzəncanlı yazdı genə. Erzurum və əhavalisi Doğu Anadolu mühitində doğub böyümüşdür. Ərzəncanlı zehni. Qarn 12-13-cü hicri təqribən 1100-1200-lər arası. Bu 200 burada, yəni 100 il burada şey vardı. Həm şair, həm də bəzi qaynaqlarda katib yazan divannevis olduğu keçir. Ərzəncan və Ərzurum məntəqəsi ilə bağlıdır. Ədəbi xüsusiyyətləri. Xalq ədəbiyyatına yaxındır, amma bəzi divan üslubuna da yanaşar. Şeirlərində aşiqanə və atifi mövzular, qürbət, səfər və ictimai həyat, bəzəni də reze ilə yazıbdır. Bəzən təsəvvüfi işarələr, dili nisbətən sadə türkcədir, divan şairləri qədər ağır deyil. Mühüm nüqtə, Erzurum ətrafı katib olması, zehni təxəllüsü bu əlamətlə təqribən yəqinlə Ərzəncanlı zehni göstərir. Əgər istərsən əl yazmandan bir şeir nümunəsi ya xatimədəki filan götürə bilərsən. Tamam, onu verərik, sonra bunu danışar. Buradan ChatGPT-dən bunu oxuduq, amma Copilot də bizə bir məlumatlar verir. Haradaydı Copilot? Buradaydı. Gözəl bir şey verdi. Bayburtlu zehni. Bu elə əvvəldə getdi Bayburtə. Bunun dediği bizə daha çox yaxşıdır. Deyir ki, 1210 ilə 1276 illər arası yaşamışdı. Biz də burada yazdıq. 1224 ilə 1200. Bu deyil. Bu gərək doğru olsun, amma deyir ki, əsl adı Məhəmməd Əmin, amma burada dedi Mustafa. Hansıydı dedi Mustafa? İndi belə bir çətinliğə düşdük. Yəni, eyni Mustafa Zehni Əfəndi dedi. Amma burada da gəldi, təzəşdən bunu yazdı ki, həmani yazır Əmin. 1024 ilə şeyin arasında, amma bu birisi yazır ki, əsl adı Məhəmməd Əmin, Mustafa Zehni. Təxəllüsü zehni, doğum yeri Bayburt, 1210 ilə tamamən qələt oldu. İndi burada gərək buna yazaq ki, deyir ki, burada da cəlib yazır. Deyir ki,
Sonra yenə İstanbul və Anadolunun çox yerlərində katiblik və məmuriyyətlərdə çalışıb. Bu elə həmandır, amma nədənsə buna iki ad verdi. Zehni həm uruz, həm də həcə vəznində, hica vəznində, yəni hakim olmuş nadir şairlərdəndir. Uruz ilə qəzəl, qəsidə, tarixcə, müsəddəs, müxəmməs, dili çox ağır, ərəbcə, farsca təsirlidir. Həcəli, qoşma və dastanları üçün dəstanları onu həqiqi şöhrətinə qavuşdurmuşdur. Verdim ki, yurdun... Tamam, bu devam edir, amma deyək ki, nədən isə zihni haqda iki ad və iki doğum və vəfat tarixi yazdın. Birisi Məhəmməd Əmin və o birisi isə Mustafadır. Tamam, burada məşğul olsun bunları tapmağa. Biz gedək ChatGPT-yə baxaq görək nə deyir. Divan-ı Zehni və onun şairi haqqında köhnə təzkirələrdə və əlyazma kataloqlarında bir neçə müxtəlif şəxsiyyətin adına rast gəlmək olar. Ancaq türk ədəbiyyatı və klassik əlyazma çərçivəsində ən önəmli tanınmış zehnilər bunlardır. Zehni Bəğdadi, bu şair 19-cu əsrin, yenə də şeycə yazıbdır, gərək bunu da yenə gedəm o bunun bir yeri varmış telefonda, burada görmürəm. Orada deyəndə sözü qəbul edir, zahirən qalır, saxlır yadımda. Deyəndə ki, mən demişəm, bundan bizə mənə türkcə yaz, illa ki, deyəm, ərəbcə, ya farsca, ya ingiliscə yaz, onda çevir ingiliscəyə. Burada indi o cür edir, daimən beləsi yazır, amma indi tarixləri də gərək orada deyək. Tamam, bu da qalsın burada, gedək biz kitabın özünə. Biz hər halda bunu bildik ki, Ərzurumludur. İndi bunu əlbəttə yazsaq burada yaxşı olar da, biz bunu bir dəfə rahat eləyək. Zehni, bəlkə zar da burada ola bilər, zarı da yazaq. Zar, Ərzurumlu və Bayburd qəsəbəsindəndir. Görək ki, tapa bilir ya yox. Bayburtlu Zehni 19-cu əsrin ən tarixləri, bu da yazıb, bu da yazaq tarix. Tarixləri Hicri yaz. Tamam. Bayburtlu Zehni Zar haqqında verdiyiniz bilgilər onu 19-cu əsrin ən böyük fikir və sənət adamlarından biri kimi tanıtdırır. O, həm klassik divan ədəbiyyatı, əlbəttə biz kitabın özündə, kitabın özünün sonunda bir tarix vermişdi. 1277-də fot eləyibdi. Bunu eləyə bildik ki, orada yazaq ki, daha dəqiq bizə məlumat versin. Zehni Zar Bayburd qəsəbəsindədir və 1277 Hicri'də fot etmiş bir zatdır. Tamam, bu bizə daha yaxşı məlumatı verər. Yəni, beləsi bir məlumat biz versə ona, siz qeyd etdiyiniz şəxsiyyət klassik ədəbiyyatın ən önəmli və rəngarəng simalarından biri olan Bayburtlu Zehnidir. Sizin verdiyiniz bilgilər əsasında onu haqqında elmi və tarixi qaynaqlarda olan məlumatı belə ötütrə bilərik. Şairin kimliyi və yaşayışı. Əsli adı Məhəmməd Əmin Zehni.
orada da soruşmuşduq, görək ki, bu pilot nə yazdı ona. Getdi, bu da gene latincə yazdı. Və sən tam haqlısın. Mən əvvəlki cavablarda gene Latin alfabeti ilə yazdın ki. Tamam, bu ehtimalən yenə getdi elə aynı cür. Yəni bundan çıxım eşiyə vaxtımı burada qoymayım feylən. Gedək. Adı oldu dedi ki, Məhəmməd Əmindir. Bu Müstəfanı götürək. Məhəmməd Əmin Zehni. Doğum yeri 1179 Hicridə ilində Bayburt şəhrində dünyaya göz açıb. Doğum 1224 yazmışdıq. Bu yazda 1179. Vəfat 1276. Aha, bu Məhəmməd olacaqdı ehtimalən. Nə cür oldu? Bunlar qatışdı. Kitabın özündə yazır 1277 Zilhəccənin 17-sində fot edibdi. Amma burada görək ki, nə deyir? Doğum yeri 1179 Hicridə ki, bu tarixlə əsla oxunur. İlində Bayburt şəhrində dünyaya göz açıb. Zar Ərzurumlu, siz düzgün qeyd etmişsiniz. O, özünü Ərzurum məntəqəsinə bağlı bilirdi və bir müddət Ərzurumda yaşayaraq orada təhsil almışdı. Hətta şeirlərində o bölgənin atmosferini çox gözəl əks etdirib. Vəfat sizin qeyd etdiyiniz kimi o 1277 Hicri ilində dünyasını dəyişib, təxminən 1860-da. Məzar yeri o Bayburtdan Ərzuruma gedən yol üstündəki Uca kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. Ədəbi yaradıcılığı və əsəri. Zehni həm divan ədəbiyyatında klasik və həm də xalq ədəbiyyatında qoşma və giraylı ustad idi. Onun zehni təxəllüs etməsi onun zəkavətinə və güclü hafizəsinə işarədir. Divan-ı Zehni bu əsərdə onun qəsidələri, qəzəlləri və xüsusən tarixi mənqəbətləri yer alır. Sərgüzəştnamə bu mənzum əsərdə o öz həyatını, söz qoşduğu yerləri və başına gələnləri çox səmimi bir dillə yazıb. Rus müharibəsi 1244-cü 1245-ci Hicri illərində Rusların Bayburt və Ərzurum və işğal etməsindən sonra Bayburt və Ərzurumu işğal etməsindən sonra yazdığı Vardım ki bargahına varmamış olan misrai ilə başlanan qoşması Azərbaycan və Türkiyə torpağında çox məşhurdur. Zehninin özəlliyi, o sırf bir şair değildi, eyni halda bir bürokrat və katib idi. İstanbul, Mısır və Hicaz səfərləri edib, dövlət işlərində çalışıb. Onun şeirlərində həm saray ədəbiyyatının ağırlığı, həm də öz doğma yurdunun Bayburt və Ərzurum sadə və səmimi sözlərini görmək olar. 1270 Hicri ilində vəfat etməsi onun tənzimat dövrünə keçid illərini də gördüyünü göstərir. Sizdə olan əlyazmada onun xüsusən hansı şeiri və ya bölümü diqqətinizi çəkib. Tamam, indi burada biz bir şeylə qatışlaşdıq. Yəni doğum 1227, vəfat 1276. Bu 76 ilə 77 okey, yaxındılar. Yəni bunu adam deyə bilər ki, bu ola bilər. Burada bir şey olubdu. Bu elə 77 eləyək bunu. Biz ən yaxtısı budur. Doğumu əlbəttə burada bir ayrı bir şey yazıbdı. Mustafa'nınki olacaq o. Bu da 1200 neçə idi? 1179. 1179. Tamam, beləsi bir şey düzəltdik. Hala bu vəziyyətdə qalsın. Biz çox mütməyin deyilik. Gedək şairimizin kitabından biraz oxuyaq, görək ki, nələr öyrənirik.
Təəssüflə kitabın əvvəli gedibdi, burada bir şeylər olacaq idi, biz onları görməyəcəyik. Eyni halda hətta bu səfərin də baş beyti bu kağızçı cırılıb onun altında ola bilər. Onları da geçsək. Andaq fəxlə'i eydi. Bu bəllidir, yəni gəlib ortalar diyor da, dedim 6-7 səhifə bundan düşüb ən azından. Anda fəxlə edi Musa o kəlimə fərman, bunda la təxlə idi şə'ninə idra'ul şəb. Belə bir şey, ya əhra'ul şəb. Bissəfat anda ələ tur idi Musi ilə kəlam, bunda bizzat ələ nur idi zira ol şəb. Toğdu ol nuri xuda kim ufuqi ə'ladən fəhm olub sümmə denidən fədədəllə ol şəb. Xan vəsli ilə edib həşt behişti dilsir ya da dilseyr oşəhi hər du səra ayət-i kübra ol şəb. Burada bu şeir qabaqdan gəlmişdi, amma biz indi bunun əsli bir şeiri başlayaq əvvəldən, görək ki nə deyir. Hu məqamində olub şahu ma ərsəlnəkə. Hu məqamında olub şahu ma ərsəlnəkə. Dendi yahu deyərək pənc hədaya ol şəb. O şəhi səb'i məsaniyə çox ən'am etdi, tühve-i xəmsəyə məfruze-i fərzan ol şəb. Oldu qərinə qəvvas bu bəhrün vasil. Olmadı qərinə qəvvas bu bəhrün vasil. Zərrədə şəms idi çün qətrədə dərya ol şəb. Bu ehtimalən Həzrəti Rəsulun Mi'rac gecəsi haqqında danışır. Aləmə rəhmət olub rəhmidə afaqi mühit. Aləmə rəhmət olub rəhmidə afaqi mühit. Fərq-i könünə salan sayi tuba ol şəb. Zehniya açmış idi aləm-i vəhdətdə o kül. O gül olacaq ehtimalən. Zehniya açmış idi aləm-i vəhdətdə o gül. Bağıda ikim edi tuti güya ol şəb. Bağıda əbkim idi, əbkim ağlar. Bağıda əbkim idi tuti güya ol şəb. Gəngi osafini qadir olə gülkim şərhə. Çünki vabəstə idi bülbül-i şeyda ol şəb. Rəsmüdür şahlərə sonsa qəsidə şair, olur əlbəttə ana ol روز عطایا الشب. روز محشرده شفیع البنا انسا بلمه ای مرخص شه اقلیم سخایا الشب. یوم محشرده شفیع tamam. روزه پاچینle her gün روزه پاچین, روزه qəbristan, qəbir. Roze bağ. Həzrət Məhəmmədin qəbrinə rozə deyilir. Çünki ora bağ behişt hesablanır, cənnət hesablanır. Roze-i paçinə hər gün ola 100.000 salavat. Bizər etməyə o gün hürmət əsra ol şəb. Al oğladına, əshabinə sədgünə səlam. Nətəkim oldu sana bihəd o ehsa ol şəb. Buradan bizə Həzrəti Rəsulun yenə də bir şeir başlanır Həzrəti Rəsul haqqında. Cəmalın gülşənində bir həzarəm ya Rəsulallah. Həzar bülbül.
لبün vəsfində şah qəndi harəm ya Rəsulallah. Har nə deməkdir? Bunu mən yazım görək ki, çox gözəl bir mənaya gəlir əlbəttə. Har və harəm çox gözəl bir mənada kimdir adı onun şairin? Zehninin şehrində işlənib. Neden ise icazə vermir bu şey olsun? Tamam. Bayburtlu Zehninin divanında və xüsusən də onun məşhur sərgüzəştnaməsində kəlimələrin çaprış gücü çox yüksəkdir. Har və haram kəlməsi onun klasik sənətkarlığı ilə birləşəndə bir neçə gözəl və dərin mənada özünü göstərə bilir. Səs və nida mənasında car və çarçı. Klasik ədəbiyyatda və məntəqəvi ağızlarda har kəlməsi səsləmək, çağırmaq və hayküy mənası verir. Zehni kimi bir şair öz dərdini və ya eşqini aləmə bildirmək üçün har çəkmək, fəryad etmək təbirindən istifadə etmiş ola bilir. Harəm isə burada şairin öz şəxsi fəryadı və daxili səsi kimi mənalandırılır. İstiari mənada parlaq və istilik. Əgər bu sözcük kök etibarı ilə har, ərəbcə isti və ya ona yaxın bir kökdən götürülürsə, Zehninin şeirində eşqin yandırıcı istisi və ürəyin hərarəti mənasında işlənir. Burada harəm mənası istiliyim, mənim alovum, şairin səmimiyyətini və coşqusunu təmsil edir. Səndəl və ətir mənası, saç və ətir. Bəzi ədəbi mətnlərdə har kəlməsi xüsusən gözəllərin ətri və ya saçların dağınıq və cazibəli halinə işarə edir. Zehninin lirik qəzəllərində bu kəlmə məşuqənin gözəlliyi ilə birlikdə könül alan bir qüvvə kimi təsvir olunur. Tamam, buradan yetər, gedək görək ki, şair nə dedi, burada nə çıxar? Cəmalın gülşənində bəzmi bir həzarəm ya Rəsulallah, ləbün vəsvində şahgəndi harəm yandıran, şahgəndi harəm ya Rəsulallah. Burada harəm, burada isti, har sözündən, əlbəttə Həsən heyinə yazılır, har, mən bildiyim, amma burada iki gözlü hıyına yazıb, ona görə mən biraz şəkkə düşdüm. Qəpandi qafi xamım, sayi şəhbaz vəsfində. Qapandı, bağlandı. Qapandı qafi xamim. Qaf kuhi ki var, dağı, onun qafın sözünü deyir. Qapandı qafi xaməm, qələmim, xaməm. Sayi şəhbaz vəsfində visalünlə bugün ənqa şikarəm ya Rəsulullah. Çəmən bülbüllərindən gülü ruxunə vəsfün xəbərdarəm. Səhi qəddün səbadən şüküzarəm. Küşkü. Səhi qəddün səbadən küşküzarəm ya Rəsulullah. 8 cənnət təravət kəsbini bağı cəmalindən. 8 cənnət təravət kəsbini bağı cəmalündən, nəsimi qüdsüdən peyğamdarəm ya Rəsulallah. Xiyal xal ruxsarınlə
sinem dağlar yağmış, deri lütfündə dilxəstə nezarəm ya Resulullah. Atıl ey ğunçə mən zarə, zar sözün burada işlədibdir. Atıl ey ğunçə mən zarə, qəbri bülbül zarə, ki müstehzai xari gül üzarəm ya Resulallah. Ayırma xari vəzündən, ayırma xari vəzündən bəni əfv olmədin zira əfv olmədən, yəni o əfv olmədin zira bugün rüsva əgər şəhru diyarəm ya Resulallah. Anılsa nam-ı zihni bəhr bər əgər ikrah eyder bəndən, anılsa nam-ı zihni bər ikrah eyder bəndən, bu denli cürm ilə şəhri şöhrət şiarəm ya Resulallah. Devam edir beləsi Həzrəti Rəsulun haqqında. Xətti çox gözəldir. Bu bir-iki səhifədə biraz oxumağı zor idi, amma fikirlərim ki, o birisi səhifələrdə daha rahat olacaqdır. Gedək 10-cu səhifəsindən, əlbəttə burada bir dediyim kimi bayaqları bir dedik ki, Bəhr-i Təvildə bir nə'ti yazıb Həzrət Rəsula. Onu oxuyaq. Bu Bəhr-i Təvil mən indiyəcən ya oxumamışam ya oxusam. Hüsnünə ey mehri cahan tab, sənin mehri məkrəmi desəm, mehri müəzzəmi desəm. Buradan bir şeirdir. Hüsnünə ey mehri can tab sənin, hüsnünə ey mehri cahan tab sənin, mah-ı məgər mükərrəmi, mah-ı mükərrəmi desəm, mah-ı müəzzəmi desəm. Nuri mücəssəmi desəm, ey səçi leyli yüzü, şəms-ü zəha hər nə desəm şənünə. احرادر ایا مظهر طاها و یاسین و یا padişahi leyli əsra gözü mazaq el-bəsər. Çox ağırdır. Mən bunu bir şeir kimi oxuya bilmirəm. Yəni bunu şeir oxumaq üçün çox belə bir şeirə, həm şeirin özünə varid olmaq lazımdır, biraz hafizədə yerləşmək lazımdır, həm də bunun vəznini tapıb oxumaq lazımdır. Bərməği və şəqqəl qəmər nüqtənə nutqinə məntuqi həcər payinə məscud şəcər növlə. Dərindən açla gül xət-u xalünə, təfaxür edə sünbül ola çakər həmə əz. Har çəmən ta olə dəstur fəğan bülbül şeydalər ilə eşqinə rüsva. Burada bir şey yazıb. Ləriçi Musa heyranın lərinə ehtimalən, rüsvalərinə. Şeirin davamı var ehtimalən. Mən onu yəni düz oxuya bilməmişəm. Ehtimalən bu səhv gedir, davamı olur. Çünki bülbül şeydalərinə, eşqinə, rüsvalərinə musi heyran olub tur-i təcəllə cəmalında, tur-i cəmal ehtimalən burada qutaracaq, davam eləyəcək. Mən bilmədim bu harda başlayır, harda qutarır. Yəni şeirin doğrusunu desəm, nəzərimə gəlir ki, hər sətir bir misrədir. Amma burada görürük ki, bülbül şeydalərinə, eşqinə, rüsvalərinə belə bir şey gəlir. Bəlkə də beləsi ola. Eşqinə, rüsvalərinə musi heyranın olub tur-i təcəllə cəmalında bulam nüşdə-i sir. Ərini fəhmolünə xəruya or səiqa feyz təcəllə xuda lütf şəhənşah. Mən oxuya bilmədim onu. Çox ağırdır mənim üçün. Mən belə yəni ömrümdə belə şeir oxumadığım üçün
və mənisini də bilmədiyim üçün birinci dəfə də kitabı oxuduğum üçün çox zar gəldi mənə. Düzünü axtarsaz انیسی مونسی قدس حریمی حضرت مولا جلیسی مجلسی محرم سرای قرب او ادنا شهی ملک سریری sirri subhanellezi əsra Fələklər fərqinə bastın qədəm ey ayəti kübra Mələklər ayağın altında Mələklər ayağın altında qaldı ayağın fərma Mələklər ayağın altında qaldı ey fələk fərma sərvi suruşan çeşminə olduğubari məqdəmin tutiya unutdu fərdi heyrətdən təcəlli bəxşi Musa dəmindən müşkülati nəfxə sən həll eylədi İsa nəfxəsin urucundan şəbi miraca müşkül həllidir zira səninlə müşkülatın həllidər dünya və ma fiha devam edir gedək bir ayrı təlxmis qəzəl Əya şahi səriri çeşvəri lola ki əflak ca Əya ey daxili محرم سرای خالق یکتا سنا محتاجدر شاه و جدا اعلا و هر ادنا ایا خاص خطیبی منبری گوسین و او ادنا امامی مقتدای جامعی dünya ve ma fiha Çəmən nərcislərin bimar qıldı mötəbər çeşmün Oqutdid gülşənə həm müntəhayi müxtəsər çeşmün Çəmən nərcislərin bimar qıldı mötəbər çeşmün Oqutdi gülşənə həm müntəhayi müxtəsər çeşmünlə Çeşmün olacaq eləcinə, çeşmün Bu baş göz ilə qıldı Həzrəti Haqqa nəzər çeşmün mükəhhəl ad əcəl əl-eyneyni mazağəl bəsər çeşmün mükəhhəl əcəl eyneyn mazağəl bəsər çeşmün Ana çox ağırdır şeirlər. Yəni dedi ki bunun yazıları gedir şeylərə çox amiyanə, amma burada mən çox ağır şeirlər görürəm adamdan. Ana məxsus qılmış rüyət didarini mola Sənin nurindən oldu aləmə əvvəl əsər peyda Əsas aləm oldun Səndən oldu hər nəzər peyda Əmayi hər dü aləm çeşminə nuri bəsər peyda Cəmalündən olub ayini şəms و qəmər peyda Saçın və leyl və çün ayətü və şəms və zəha Məlait çeşməyi xaç qədü qədəmün tutiya təkdir Məlait çeşmi xaç qədəmün tutiya təkdir Əvaləm çeşmi əyan səninlə roşəna təkdir Tikdir Necə əsrarə səndən mülk lahut aşina təkdir Düşünmüş zir payı ərşə köhnə burya təkdir Döşənmiş zir payı ərşə köhnə burya təkdir Cülusi izzətinlə buldu rəfət rütbəyi bala Sənin ovsaf pakündür rumuzi leyli qədrün Leyləti qədrün, leyli qədrün Gedək bir ayrı şeir oxuyaq, bir ayrı səhifədən 20-ci səhifəyə gedək Burada bir در حق والی ایالت ترابزون ترجیبند
Görək ki, indi burada əlbəttə bu nə idi? Aha, biraz da qeydaq dalıya. Bəlkə kitabın haqqında, yəni bir belə getməyim qabağa. Qeydim bir də əvvəldən baxım, çünki biz bəlkə eləyə bildik bunda bir dəlili tapaq ki, kitabı hangi zaman yazıbdır. Kəbe-i Mükərrəmə göründəkdə nəzm şüd. Ehtimalən bunu yenə də bir şey yazıbdır. Nəssah yazıbdır bu farscanı, həm də qırmızı yazıb. Nəziri Mevlana Cami Bəhr Təvil در نعت Rəsul ki oxuya bilmədik, yəni zorumuz çatmır bu adamın şeirinə. Təxmis در تهنیه Cülus-u Humayun. Tamam. Bu önəmli yer budur. Yəni biz o şairlərin adın zehnilərdən hangi zehniyi biz axtarırıq, onu burada görək. Əlbəttə burada tarixlər də yazıbdır. O tarixlər də bizə bir şeylər göstərir. Yəni zehni məsələn burada bir şeirində 1269-1269-u 2 dəfə yazdığı üçün ehtimalən burada bu iki səhifəni oxuyaq. İlahi validinin nə oldu burada? Nə oldu ki, getdi validinə gəldi? Yoxdur onun, amma gələk burada. İlahi valideynin qıl qəriqi lirci rəhmət. İndi zahirən burada bir ya şair əmdən ya da qeyri əmd. Birinci misrəyi biraz ikinci misrədən üstlük yazıb. Bu üstlükdür, biraz əşğalıq. Çox da əşğalıq deyil, amma əşğalıqdır. Yəni elə bir ki, ikinci misrə bunun arasına düşür, sonra gəlir düzəlir. Bəllidir ki, bu əmdi deyilmiş. Yəni səhvən olubdur, amma sonra düzəlir. İlahi valideynin qırqəriqi lircəyi rəhmət kim etmişlər bu rütbeyi möhkəm tənzilinə rəğbət, rəhini əfv-i qufran olmağa zöhdü bir alət, müyəssər eylə cənnətdə cəmal-i pakini, rü'yət, sər-i izzətlərinə tac-ı cəvhər-u ədl eylə, zinət, sər-i izzətlərinə tac-ı cəvhər-u ədl eylə, zinət, olarlar yevm la yenfə'də, nəsli naili qürbət, cəmaətdə ola qufran, terazi həzrəti izzət, minəl əbvabi iləl mihrab alə, bu hissədən ləzzət. Xüsusa bani banuy ruhi rumi sakini cənnət, xüsusa bani banuy rumi sakini cənnət, bizim də valideyn olsun səzavari eyni dövlət. Eyni olmayacaq. Bizim də valideyn olsun səzavari in dövlət ehtimalən. Həbibün hürməti qıl anlərə əfv-i nəzər peyda, təhübbül əfvəhu ya Rəbb fə'fü və ənnadən əsər peyda. Şeir qurtuldu, bir ayrı şeir başlanır. Tolaşmaqdən mərami əndəlibi bu həvalərdən, tolaşmaqdan mərami əndəlibi bu həvalərdən, pəyamiğunçeyi məqsudi al-məqdur səbalərdən. Bu günlər qıl dolaşmış xamiyyət döndür cəfalərdən. Bu günlər qıl dolaşmış xamiyyət döndüm cəfalərdən, xilas ol məqləğim çün çəkdim cəvari əzalərdən. Xilas olmağım çün çəkdim cəvru əzalərdən. Təvəssül eylədim təxlis damən çün bəlalərdən. Təvəssül eylədim təxlis damən çün bəlalərdən. Yazıb bu muxtəsər hərzi götürdüm müntəhalərdən. Təvəssül eylədim təxlis damən çün bəlalərdən. Bəlalərdən damənimi xilas eləmək üçün. Yazıb bu muxtəsər hərzi gətirdim müntəhalərdən.
təbərrük eylədim afaqa ərbabi vəfalərdən. Bu 4 tarixi aldım qaləhu həsəbi macəralərdən. 4 tarixdən söz yatır. Bu da bir də deyəm. Təbərrük eylədim afaqa ərbabi vəfalərdən. Bu 4 tarixi aldım qalə həsbi macəralərdən. 4 tarix əsl macəralardan qalsın. Biri 1269. Nə qanlər dediyim Allahım bulur ben binəvalərdən. Nə qanlər deyudim Allahım bulur ben binəvalərdən. Bu sal halidə azurda gördüm aşinalərdən. Yenə də tarixi orada 4 dənəni yazır. 1269, 1269. Edən cayi kəmalə zehniyi əhlən hünər peyda. 1269 yenə. Kim etdi zöhdü bəhri söhidə? Kim etdi zöhdü bəhri səhidə? Bir cühər peyda. Yenə 1269. Yəni 4 dənə tarix burada yazıbdır. Bu adam 1269'da dirilmiş, yəni yazılmış da. Bəllidir 1277'də ölmüş olsa. Der Təhniyət-i Culusu Humayun əslisi buradır. Bu Culusu Humayun haqqında görək Culusu Humayun haqqında nə yazır? Ey cavan nobəxt no tələt fəzai səltənət. Ey cavan nobəxt no tələt fəzai səltənət. Sərvi gülzari نو شوکتی فضای سلطنت. سروی گلزار نو شوکت فضای سلطنت. زیور ürünün رونق بخشی ملکی معدلت. زیور اورنجی زیوری اورنجی رونق بخشی ملکی معدلت. آبرویی مملکت شهرت فضای سلطنت. سرفراز آل عثمان پادشاهی بحر و بر. آفتابی مکرمت زینت فضای سلطنت. احمد مرسل رویشی عیسی روح الله نفس. احمد مرسل رویشی عیسی روح الله نفس. ناصری دین مبینی دولت فضای سلطنت. Acaba burada bu Əhməd-i Mürsəl deməklə Əhməd, əlbəttə ki, Həzrəti Muhammed sonra da İsa'ya işarə olur. Amma acaba bir şahın adı da Əhməd. Onu gətirir. Çünki Əhməd adında şahımız var. Bəndicani dərgəhi darasünün hər birləri bir fəlatuni hikmət fəzai səltənət. Tac versin keşvər olsun hər tərəf ədadən ol. شاه اسکندر هشم سطوت فضای سلطنت. اعنی سلطان سلاسین زمان عبدالمجید قررت عین üməm şah cahan Abdülmecid. Pəs Abdülmeciddir. Bu elə gələcəkdir, o tənzimat dövrəsinə yetişəcək. Çünki orada Abdülməciddir ki, şeydir, tənzimat dövrəsində var. Tənzimat da, beləsi desək daha yaxşı olar, tənzimat dövrəsi Framasonların və Yahudilərin, Yahudilər də Framasondular əslində, bunların Osmanlı dövlətinin hərəmsərasına giriblər. Yəni, hərəmsəra dediyimiz yer haram idi hər adam bura gələ çıxa. Bura girən çıxa bilməzdi, çıxan da girə bilməzdi. Tutuldu getdi. Və burada 2 yerə bölünür. Bir eşik bölümü, bir içəri əndərun. Əndərun yəni iç. Bu iç bölümə girən çıxa bilməzdi. Çünki bura xilafətin İslam və müsəlmanlar dünyasının
Məhrumu haram olan yer idi. Ora girən çıxa bilməzdi. Tamam sırrlar gələrdi, orada analiz olardı, təhlil olardı, əxbar falan hər şey orada şey olardı, təsmimlər orada tutulardı, gizli təsmimlər, casuslar falan hamısı bura olardı. Amma o zamandan ki bu hərəmsəra dedikləri getdi çıxdı bir kiçik ev oldu və dövlət dediğin açıq oldu tamam xarici güclərin, framasonların özəlliklə üzünə. Osmanlı yıxıldı. O dövrə tənzimat dövrəsidir. İndi burada görək ki, daxil şeirlər bu haqda gəlir. Oxuyaq bu kitabın bu önəmin buradan tapaq. Bir şəhənşahi cavan bəxtdür ki, ol darahişəm. Bir cahan şahi cavan bəxtdür ki, ol darahişəm. Nəsl kəsra çakəri bir bəndəsi dara و cəm. زیب دیهم شه کی خسرو اسکندر غلام. زیب دیهیم شهی کی خسرو اسکندر غلام. آفتابی اوج شوکت صاحبی سیف و قلم. تاجداری جد به جد شاهزاده شاه جهان. تاجداری جد به جد شاهزاده شاه جهان. شاهی محترم سالار اقلیم کرم. نشر آفاق عللی سیتی جلوسی شهرتی. تازه جان بولدی عوالم دهردن رفع oldu غم. خطبه خانی منبری عرشی مجید oldu خطیب. خطبه خانی منبری عرشی مجید oldum xətib. Nam-ı şövkət artsa məndən ki. Artsa məndən ki oldum urdi dəm. Nam-ı şövkət artsa məndən ki oldum urdi dəm. Çövre-i ruxsarının çevre-i ruxsarın çevrə. Çövre-i ruxsarının xətt-i humanunə var. Kilk-i qıdrətdə ki çəkmiş səfi qutbaq rəqəm. Sayi ədlündə güllər xəndə dillər pürtərəb. Sayi ədlündə güllər xəndə dillər pürtərəb. Əmn asayişdə کشوری خلقی کشور امن آسایشته کشور خلق سفاده مغتنم. اعنی سلطان سلاطین زمان عبدالمجید گره عینی امم شاه جهان عبدالمجید. سیف عدلیل خدا اعداد اعدای سیف عدلیل خدا خود اعدای مقهور ایلسون. سیف عدلیل خود اعدای مقهور ایلسون. اسگری منصورسین her yerde mansur eylesin. Alemārای aftab oldukça afaki muhit. Mehr adli enfüs afaki ma'mur eylesin. Farq alemiyane oldur sayi zilli zelil. Şax tuğba و آیسین asibdən dur eylesin. Günü روشن qıldı mir'at cemali بعد از این. روز ilə şəb توأم olsun. Tərk deycur eylesin. Gecəsi qədri kəramətdür günü eyd و برات. Gecəsi qədri kəramətdür günü eyd و برات. Qüvve-i qudsiyyəsin afaqa mənşur eyləsin. Aləmin mişqatidir ol padişahi qutbüddin. Ömrünün misbahı nuri əla nur eyləsin. Ömrünün misbahini nurun əla nur eyləsin. Təxtiqahi mədələtdə zat-ı şövkətü iyəsin esən nə mənə? Təxtiqahi mədələtdə zah-ı şövkətiyyə əsən. Hər nəfəs məmnun edib hər ləhzə məsrur eyləsin. Əni sultan səlatin zaman Abdülməcid
Qurre-i eyni Üməm Şah-ı Cahan Abdülməcid. Zərrəsindən anla oluşmuş dirəxşan olduğun. Zərrəsindən anınla ol şəmsün dirəxşan olduğun. İndi burada əvvələn birinci dəfədə kitab oxuyuram. İkinci türkçədə çox zəifəm. Üçüncü əlyazmadır, özəl bir əlyazmadır. Dördüncü bəzi kəlmələri bir-birinə yapışdırıbdır. Yəni rəsmən mürəkkəb kəlmə eləyibdir. Onun üçün də kəlməni ayırmaq, oxumaq zor. Məsələn burada zərrəsindən anilə ol şəmsün bir kəlmədir. Yəni ol şəms, ol şəms, n, kaf. Hamısı bir kəlmə oldu. Yəni 3 dənə, yaxşı ən azından 2 kəlmə yapışıb bir-birinə. Onun üçün olduqda yenə də aynı kimi. Bunlar şey olur. Mən tanımadığım üçün bəzən çox müşkülə düşürəm. Zərrəsindən anilə ol şəmsün dürri dirəxşan olduğun qətrədən idrak qıl dəryayı umman olduğun. Zərrəsindən anda ol şəmsün dirəxşan olduğun. Qətrədən idrak qıl dəryayı umman olduğun. Yəni sahibi fikr ilə təsviri şəhənşah baq. Yəni sahibi fikr ilə təsviri şəhənşahə baq. 8 salində 7 iqlimə sultan olduğun. 18 yaşında dəhrə sultan olduğun. Əvvəl Abdülməcid 18 yaşında padişah olmuş. Bu bir gözəl şeydir ki, əlimizə gəldi. 18 salində 7 iqlimə sultan olduğun. Dəst rəşki riş heyrətdə qalır bir irtiyab. Ehtimalən bilmirəm nədir bu. Ehtimalən ki, yox, bilmirəm nə olacaqdır. Dəst rəşki riş heyrətdə qalır bir irtiyab. Hülleyi pakindən anlar qutb dövran olduğun. İrtiyab nə olar? Buna əvvəl bir baxaq görək ki. İrtiyab nə ola bilər? İrtiyab sözü ərəbcə rib kökündən gəlir və klassik mətnlərdə, eləcə də Zehninin əsərlərində çox önəmli bir məfhumu ifadə edir. Bu sözün əsas mənaları bunlardır. Şübhələnmə və güman, bir şeyin doğru olub olmasından tərdid etmək. Şək və bədgümanlıq, tamam, bu o mənada gəlmir. Zehninin şeirində irtiyab, Zehni kimi həkim və arif məşrəb şairlərin divanında irtiyab geniş mənada işlənir. O, ümumiyyətlə bu kəlməni 2 yöndə gətirir. Dünyanın vəfasızlığı, dünyanın subatsızlığına və keçici olmasına dəlalət edən məqamda, yəni bu dünyanın xoşluğuna heç bir itminan və etibar yoxdur, hər an irtiyab yeridir. Eşq və səmimiyyət. Şair məşuquna olan bağlılığında heç bir irtiyab, şübhə olmadığını vurğulamaq üçün bu kəlmədən istifadə edir. Bila irtiyab, şübhəsiz, şəksiz. Tamam, bu anlamda deyir ki, işlədə bilər. Görək ki, burada nə gəldi? Dedi ki, dəst rəşki riş heyrətdə qalır bir irtiyab, şək, bəli. Hülye-i pakindən anlar qutb dövran olduğun. Həm şəhənşah, həm vəkili, həzrəti peyğəmbəri, həm həmidu, həm məcidu, şah-ı şahan olduğun. Həmid və Məcid, Abdülhəmid, Abdülməcid, ehtimalən bunları Məcid Həmidin yerinə gəlir, ehtimalən ona işarə olur. Əlbəttə, Abdülməcid də elə bir 2 dövrədə hakim olur. Biri qardaşının yerinə
gətirirlər, sonra götürürlər, Tazaşdan bir də gətirirlər, belə bir şey olur və axırıncı dəfə də öldürürlər. Yəni bu dairən madar tutmuşdur cahan pərtövi. Dairən madar tutmuşdur caha, daire madar ehtimalen olacaq. Dairən madar tutmuşdur cahani pərtövi, bildirir ol nur sati zilli yazdan olduğun. Bu musəbbə binəsəb olmazdı cari xameden. Bu müsəbbə şeirin adıdır ehtimalen. Bu müsəbbə bir səbəb olmazdı cari xameden. Cilve-i pərdan olmasa ayat burhan olduğun. Cilve pərdazdır o da. Cilve pərdaz olmasa ayat burhan olduğun. Eylədim ilham bəyanından bu tərci'i bəndi bənd. Göstərib hər vətsilə hər mədhətün şayan olduğun. Ehtimalen beləsi oxunacaqdır. Əlbəttə indi burada xət biraz şey görsənir, o biraz mən mədhət oxuya bilirəm, ayrı bir şey də ola bilər bəlkə, amma mən düzdür, dalın çox böyük yazılır. Göstərib hər vəchə, hər mədhə şayan olduğun. Əni Sultan Salatin zaman Abdülmecid, Qurre-i eyni üməm Şah Cahan Abdülmecid devam edir. Hala bu tərifin devamı var, oxumalıyam çünki bu şahı dəqiq tanımaq istəyək. Nöh təbaqi bizdədir Nöh təbaqi bizdə bizə dəri o در درو bunu رونق فزایی tamam tapdım. Nöh təbaqi bizdədir رونق فزایی şökəti. Qatışmışdı, bura əslində oxuya bilmirdim. Müstəvidir ərşə gülbanc bəqای şökəti. Müntəhada əşhəb nişan şükuhi bəslənür. Sidrədə alay valay humay şökəti. Əl-açıb iqbalinə aləm gürü bəyan ilə. Əl-açıb iqbalinə aləm gürü bəyan ilə. Çərxə çıxdı zir baladan duay şökəti. Xürrəm oldu sərtəsər məhtələət. Xürrəm oldu sərtəsər məhi tələət iclasına. Aləmi dilseyr lütf etdi liqay şökəti. Anə düşsə çeşvərə yəni şəbi deycurədə göstərər ayinə-i aləm nümay şökəti. Şölə-i xورشید gözdəndi غروبی حیرətə. شعله خورشید gözdərdi غروبی حیرətə. Nuri fərkim verdi əxtarə ziyay şökəti. Tiğ cövhər darini çalsın qızıl almayədək. Tiğ cövhər darini çalsın qızıl almayədək. Mülk ədaya haram etsin levay şökəti. Əni Sultan Salatin zaman Abdülmecid, Qurre-i eyni üməm Şah Cahan Abdülmecid. Bağ-ı Osafində çox
gülberci xəndanın asən. Bağı اوصافında çox gülberci xəndanın sən. Çakərün zehnidə bir مرغی səhərxanın sənin. Bağı اوصافında çox gülbercün xəndanın sənin. Çakərün zehnidə bir مرغی səhərxanın sənin. رومیده bir مور احگر bir ضعیفی ناتوان لانه سازی پای اورنج سلیمانın senin نام نامی همایونunla divan eyledim نام نامی همایونunla divan eyledim yad edip eyyam adlü şevketi şa'nın senin. İhtimalen bu kitabın adı Nam-ı Nami Humayun'la divan eyledim. İhtimalen divanın adı Abdülməcid olacaqdı ya da ki Humayun olacaqdı. Bunlardan biri olacaqdı. Məncə Abdülməcid qoymaz, amma Humayun qoyar. Nam-ı Nami Humayun'la Humayununla əlbəttə yəni sənin Humaya bənzər adınla divan eylədim. Yad edib əyyam ədl-ü şükət-i şa'nın sənin. Dedilər xaki dəri valaya təqdim eyləsən. Dedilər xaki dəri valaya təqdim eyləsən. Baisi feyzün olur tərtib divanın sənin. Kövkəbi balatər olsun səb'i səyyarədən. Kövkəbin balatər olsun səb'i səyyarədən. Dəhr tutsun pərtövi mehri dirəxşanın sənin. Qəbzə-i təsxirinə alsın sərasər aləmi. İşə keşvərcüşa tuğray fərmanın sənin. Gülşəni vəsf-i Humayununda hərdəm مرغ nəzm ruh افزا ilə olmaqda güyanın sənin. Əni Sultan Salatin Zaman Abdülməcid Qurri eyni üməm şahı cahan Abdülməcid. Tamam. Burada qurtarır, geçir bir ayrı beşiyə Məkkə haqqında bir şeirdir. Amma biz indi bir də qeyidsaq əgər Cimnaya və sorsaq ki Zehni Həzrətləri çağında Osmanlı xəlifəsi kim idi? Görək ki, bu haqda nə verir, məlumat verir. Bayburtlu Zehni Həzrətləri uzun bir ömür sürmüş. Təxminən 1179-dan 277-yə qədər. İndi burada da 1179 yazılır, tamam. Və bu müddət ərzində Osmanlı İmparatorluğunun ən böyük değişikliklər dövrünə şahid olaraq 4 sultanın və xəlifənin çağında yaşamışdır. Sultan 1-ci Abdülhəmid Zehninin doğum illərinə təsadüf edir. Tamam, bu dərdə dəyməz. Sultan 3-cü Səlim Zehninin gəncilik və təhsil illəri bu dövrdə geçmişdir. Bu da dərdə dəyməz. Sultan 2-ci Məhmud 1223-1255-ci hicri illərdə Zehninin ədəbi və rəsmi fəaliyyətlərin ən parlaq dövrü bu sultanın zamanındadır. Rus müharibəsi və Bayburtun işğalı da bu dövrdə baş verib. Tamam. Bunun adını gətirmir. 4-cü Sultan Abdülməcid. Budur. 1255-dən 1277 hicriyə qədər Zehni öz ömrünün son illərini və vəfatını bu sultanın dövründə yaşamışdır. Nəticə olaraq Sultan Abdülməcid, bu hangi Abdülməciddir? Zehni Həzrətləri vəfat etdiyi il 1277 hicridə Osmanlı taxtında və xilafət məqamında Sultan Abdülməcid idi. Calibdir ki, Sultan Abdülməcid də elə Zehni ilə eyni ildə 1277 hicri ilində vəfat etmişdir. Əcəb. Tamam. Sultan
Abdülmecid haqqda daha dərin bilgilər verər misin? İndi aynı sorunu əgər yazsaq üstəlik dedik ki, bu sorunu kopya eləsək, bu pilotu istəyirəm biraz pilotla tanış olam. Görün ki, pilot bizə nə verir? Niyə bu bağlanmışdı? Bağlamışdım, tamam. Pasux kütah. Yenə getdi farsça yazdı. Mən sənə türkcə yazmış idim. Görək nə deyir? Getdi yenə latincə. Latincə yazma lütfən. Yenə getdi ora. Ərəb Osmanlıca yazmağa söz verdin, amma değişdin. Gene de aynı şeyi. Haklısın İnsaf Ali. Sana Osmanlıca Arap harfleriyle yazacağıma söz verdim. O ve bir yerde Latin harflerine döndüm. Bunu fark ettirdiğin için teşekkür ederim. Ettirdiğin için teşekkür ederim. Bundan sonra özellikle sen istemedikçe Latin harflerine geçmem. Sualına düzgün cevap da Arap Osmanlıca ile bildirir. Belədir. Zehni Həzrətləri çağında Osmanlı xəlifəsi Əbdülməcid Sani idi. İstərsən bu cümləni də Osmanlıca izah edə bilərəm. Əbdülməcid Əfəndi 1922-1924 sənələri arasında xilafət məqamını hasil etmişdir. Yəni demək olar ki, o Əbdülməciddir ki, ondan sonra Osmanlını yıxırlar dahi. Bu Əbdülməcid haqda geniş bilgilər verər misin? Tamam, görək ki, bu şey nə dedi? Bayburtlu zehni dedik budur, amma bundan sonra dedik bunu soruşduq. Sultan Əbdülməcid əvvəl 31-ci Osmanlı padişahı və 110-cu İslam xəlifəsi Osmanlı tarixinin ən həssas və dönüş nöqtələrindən biri hesab olunan Tənzimat dövrünün banisi və hökmdarıdır. O 1823 yenə hicri yaz, 1238 hicridə ilində anadan olub, 1277 hicridə tamam, bunun da şeylərini yazaq. Sultan doğum 110-cu xəlifəymiş. Bu cəlibdir. 110-ci xəlifə. Doğum tarixi 1823. Vəfat tarixi 1277. Sultan Əbdülməcid haqda daha dərin. Tənzimat fərmanı. Modernləşmənin kadimi. Kadim nə deməkdir? Taxta çıxandan hələ 16 yaşında idi. O, taxta çıxandan cəmi 4 ay sonra məşhur
Gülxanə xətti Humayunu ilə Tənzimat fərmanın elan edilməsinə əmr verdi. Bu fərmanla Osmanlıda vətəndaşların mal, can və namus təhlükəsizliyi dövlət zəmanətinə alındı. Qanun qarşısında hər kəs dinindən asılı olmayaraq bərabərliyi ilk dəfə rəsmiləşməcə başladı. Mədəniyyət və incəsənət aşığı Əbdülməcid atası 2. Məhmud kimi Qərbi mədəniyyətə açıq bir sultan idi. Dolmabağçı sarayı, bu gözəl və baxtılı saray onun dövründə tikilib. O, Topqapı sarayının iki üslubundansa Dolmabağçanın Avropa usullu ehtişamını üstün tuturdu. Bəstəkarlıq Sultanın özü piyano çalardı və qərbi musiqisinə böyük marağı var idi. Eləcə də xəttatlıq sənətində məharətli idi. İnsani və mərhəmətli olan karakter. Tarixçilər onu yumuşaq könüllü, həlim və insaniyyətpərvər bir padişah kimi təsvir edərlər. Buna ən böyük sübutlar İrlənd aclığı 1845-ci ildə İrləndə böyük aclıq baş verəndə Sultan oraya gəmilərlə kömək göndərmişdi. Siyasi sığınacaq 1848-ci ildə Avropadakı inqilablardan qaçan Məcaristan və Lehistan Pulşa vətənpərvərlərini Avropa dövlətlərinin təzyiqinə baxmayaraq Rusiya və Otrişə təhvil vermədi və onları Osmanlı torpaqlarında qorumağa söz verdi. Osmanlı illəri onun dövründə ilk kağız pul qaimə adında çap olundu. İlk dəfə telqraf xətti çəkildi. İlk dəmir yolu xətti quruldu. Məarif sahəsində böyük islahatlar aparıldı və modern mədrəsələr açıldı. Ömrünün sonu Sultan Əbdülməcid gənc yaşlarında Sultan Əbdülməcid gənc yaşlarından sökəl vərəm xəstəliyindən əziyyət çəkirdi. O 1277-ci hicri ilində 1861 miladidə 38 yaşında vəfat etdi. Bəs bu deyil. Məzara İstanbulda Yavuz Səlim məscidinin kənarında yerləşən öz türbəsindədir. Cali bir nöqtə. Bayburtlu zehni bu sultanın dövründə himayə görmüş və bir müddət İstanbulda katiblik vəzifələrində çalışmışdır. Sizin əlinizdəki divan-ı zehni əlyazmasında bəlkə də Sultan Əbdülməcidə və ya onun Tənzimat dövrünə aid mədihələr ya da tənqidi işarələr rast gələsiniz. Çünki zehni siyasi dəyişikliklərə qarşı çox həssas bir şair idi. Tamam, bu qədər buradan yetişir. Pəs bu oldu 2-ci Əbdülhəmid oldu ya 1-ci Əbdülhəmid oldu? 1-ci. Birinci Əbdülməcid. Buradan bu kitabın haqqında bunu tapdıq. Bu kitab bizə indi o dövrün halı həvasını da bəlkə göstərər. Dalibdir. Burada bir şey yazıb oxuya bilmirəm. Qəsidə-i Şahanı dər Sur-i Humayun ya dər sur olacaqdır. Ayrı bir şey oxunmur. Suc oxunmur. Bir sühdəm ki sürdü səba badı pasını. Bir sühdəmdə ki sürdü səba badı pasını. Çevirdi təxtində nafəçini barhasını. Çözdü xətində, xutəndə də ola bilər.
Bir sübhdəmdə ki, sürdüb səba bad pasını, çözdü xətində nafçini barhasını, tə'tir qıldı ənfüs afaq nükəti, tə'tir ətirli, tə'tir qıldı ənfüs afaq nükəti, yəni pəyami sur Humayun məhasini, sur sənav و mədhəti şah cəhan ilə ənbər şəmim qıldı şəbün intihasını, pərtü fəzai əqdam olub mehr nacahan, dəcdi üfüqdə xusru ve دوران لباسını, bir padişah-ı barige iken fekane kem, bir padişah-ı barige iken kün fekane kim, bir padişah-ı barige kün fekane kim, mehri cahantab alır anden ehsasını, bir padişah-ı sayi yazdan pənah kim, çərx aşiyan sidrədə bəslər humasını, bir padişahı keşver alem cüşa ki ol, zəbt etdi çiyan tacı dar اقباسını, bir padişahı adil roşen zemir kim, çetin bıraktı, çetin bıraktı zulmete citin bıraktı zulmete citi numasını, bir padişahı məlkət-i ehsan vücud kim, mülk-i ədəmdə cizlədi xatəm səxasını, bir şəhsəvar-i ərsi-i ədl dad kim, saldı zəminə kəsra-i dad iddiasını. Allahın rəhmətinə gedibdi. Açdı şehpəri çövkəbəyi şən-i şövkəti, geçdi sədai səltənəti cəm obasını, sultan-ı bər bər Məhmud xan kim, dövründə kimsə etmədi cor iştikasını. Əcəb, Sultan Məhmudun bir yerdə oxuduq ki, ölümü haqqında bir şey bizə dedi. Dedi ki, 4 sultanı yaşamışdı. Gedək ehtimalən bunu bu demişdi. Bəli. Dedi ki, 1-ci Əbdülhəmid, 3-cü Sultan Səlim və 2-ci Məhmud. Bu 2-ci Mahmudun dövrəsində yaşamışdı. Bunu görübdü. Tamam, bunu da görüb. Pəs indi onda elə bunları deyir. Tamam. 4 xəlifə görüb adam. Nə səadətli adam imiş əslində. Gedək indi burada 14-cü səhifədir PDF-də. Gedək 50-ci səhifədən biraz oxuyaq. Şəhzadə tarixdir. Burada 2 şeir yazılıbdır. Bunu baxaq görək nə nədir. Bəybaşı Xəlil Əfəndinin doxtərinən tarixdir. Əcəb bir adam bir Xəlil Əfəndi bəybaşı Xəlil Əfəndinin qızına yazıbdır. Görək nə yazıbdır. Bürc-i Səədə kökəbi fər verdi meymun fal ilə. Bürc-i Səədə kökəbi fər verdi meymun fal ilə. Barəkallah bu dürri yeşta cəvahir kanunun olacaq. Kanunun. Təxt-i nobəxtün ki təzyin etdi xan Əbdülməcid, gəldi o şoqi cülus ilə bu şoqi canımın. Atılırdı Misridə tu beşarat cülus. Atılırdı Misridə tupi beşarat cülus. Toğdu ölkün bürc-i əsəddən məhitabanımın. Bad sərsərdən nəhan olsun ilahi hər nəfəs,ğunçeyi nurustəsi bağı cüli şadanımın. Özünün qızıymış, nəcür olubdur? Beytaş bəxşi deyir, amma burada calibdir. Gülüstanində
Halilün bir gülü rənasıdır. Gülüstanında Halilün bir gülü rənasıdır. Bülbülü şeydasıyam olğunçeyi xəndanımın. Zehniya verdi fərəh əflakə fəxr etsəm nolə. Bu Humayun tarixi cahi Səadət xanımın. Səadət xanım da ihtimalən adı da. Beləsi bir şey. Bir nazeninə tarixdir. Hər halda bu nazeninə tarix bunun şeyidir. Oradan gəlir. Şəhzadə tarixidir. Burada bir ayrı şeirdə beləsidir. Xuda verdikdə şəhzadə Cənab-ı xan Məhmudə. Sərapa vaxt sərmadə qışmış. Sərapa vaxt sərmadə əvaləm qıldı şəhri ayin. Cahan zoqi bədid oldu. Fərəh foq əl-məzid oldu. Yenə şoqi cədid oldu. Sürüldü şəhridən qəmcin. Quruldu xeymi şadi. Ürüldü foq bünyadi. Edib təşri miladi. Sərapa aləmi təzyin. Nəsim əsli təravətlə. Dəmi sübhü səadətlə. Qənadili bişarətlə. Cəhandır qibdeyi pərvin. Çu toğdi olməğərra. Sepehri səltənət pira. Edib zehniyi burada zar kəlməsi yenə burada gəlir. Edib zehni zar inşa. Budur. Bu dörd tarixi tam rəngin. Hangi dörd tarixi? Yenə bu dörd tarixi yazır burada. Humayun Məhdiyyə Paçbəxt 1252. Humayun Məhdiyyə Paçbəxt ola sərzivəri şövkət 1252. Bunlar Paçbəxt və şövkət fikr edirəm ki, bunlar olacaqdır. Şəhənşəhzadə ki məhtələət adı Sultan Nizamüddin. Sultan Nizamüddin doğulubdur. Onun adı haqqında burada 4 tarix yazıbdır. Yəni bu hərflərlə də, yəni əbcədlə yazıb. Əlbəttə əbcədin dibində tarixləri özü yazıbdır. Yəni bu bizə daha böyük sənətdir. Bir ilin də elə bir tarixi başlayır. Tarixi Fərzənd Osman Paşa Məşiri Trabzon, Müşiri Trabzon. Trabzon tarixçində o da belə bir şey yazıbdır. Tarix Sərayi Çaharşənbə bi müşari ileyh. Belə bir şeydir. Gedək 100-ci səhifədən biraz oxuyaq. Fikirəm ki 2 saatı keçirtmişik burada. Mən bundan bu yüzden biraz bu şeyləri azaltmalıyam. Bəzi gedək 100-ə. Sərgüzə burada qələm dəyişibdir. Qələm dəyişdiyi üçün xətt də biraz şey olubdur, fərqlidir. Sərgüzəşdi həsrətim qıl izaha cananə ərz. Sərgüzəşdi həsrətim qıl eyzən cananə ərz. Buy muyindən nətün olmaz məşami canə ərz. Canimə geçdi xədənci hicri min bə'd ilim halim olub didad hadim ol bidad əlindən dərgəhi sultanə ərz. Ənfüsü afaqiyan həb həzr olurdi etsələr. Ənfüsü afaqiyan həb həsr olurdi etsələr. Ab-ı lə'lün nəşəsindən çeşmeyi heyvanə ərz.
sərf edər əczai imanə mətai küfrünü, qılsa xali siyah çarın fərəngistanə ərz. Uçmaq istərlərdi cənnətdən cəmalün bağına, olsa gülbərci uğdarın روزه رضوانه ارز ol qədər inciltdikim eşqün bəni səmmül xiyat oləli gəncə əmanət günci əmanət həmləhəl insanə ərz oləli gənci əmanət həmləhəl insanə ərz Nəzm ilə ahad nastan imtiyaz etmiş bizi, zehniya olsun qədimi şükrümüz yəzdanə ərz. Gedək görək ki, məsələn 110-cu səhifəyə bir baxaq, görək burada nə var? Canan bizi yad etmez ayana qüsur etdik. Canan bizi yad etmez ayana qüsur etdik. Şad ketdik, həzin gəldik, güya ki huzur etdik. Şad getdik, həzin gəldik, güya ki huzur etdik. Daldara ehtimalən dildar olacaqdır ya da daldara bəid olduq, hicr ilə qədid olduq. Daldara bəid olduq, hicr ilə qədid olduq. Nə qəti ümid olduq, nə toğru surur etdik. Nə xürrəm naz olduq, nə şadi niyaz olduq. Nə xürrəm naz olduq, nə şadi niyaz olduq. Nə məhrəmi raz olduq, nə zövqi cövr etdik. Nə məhrəmi raz olduq, nə zövqi cövr etdik. Dil qəmdən ikən xali, qəm mülkünə dur vali. Dil qəmdən ikən xali, qəm mülkünə dur vali. Xab şəb amali, çeşmi dil dur etdik. Xab şəb amali, çeşmi dilə dur etdik. Yarın ləbi əfkari, məst eylədi dili zari. Tərk eyliyu bən ari, peymaniyə tur etdik. Tur fırlanmaq, dolanmaq. Ey şahı həmpayə, sal üstümüzə sayə, məcnun eylə səhraya, yoxsa ki murur etdik. Əğyar yüz ürüb xarə, yol vermədi gülzarə. Tikrar çəmənzarə, bülbüllər ubur etdik. Məyus olub ülfətdən, canan ilə söhbətdən, ol kale-i vəslətdən, amma kəlapur etdik. Kəlapur etdik ehtimalən. Kəlapur bilmirəm nə deməkdir. Kəlapur nə ola bilər? Kəlapur. Kəlapur sözcüyü klasik ədəbiyyatda və türk dilinin əski qatlarında, xüsusən Bayburtlu zehni kimi şairlərin dilində çox maraqlı bir mənaya malikdir. Bu kəlmə əsasən iki yöndən açıqlana bilir. Qənimət və qarət əsası mənası budur. Nə mənə oldu? Kəlapur. Klasik türkçədə və bəzi məntəqəvi ağızlarda kəlapur və ya kələpur, müft, qənimət, ələ keçən mal və ya yiyəsiz qalmış şey mənasındadır. Şairlər bu kəlməni ümumiyyətlə dünyanın vəfasızlığını və ya bir şeyin zəhmətsiz ələ gəlməsini izah etmək üçün işlədərlər.
Zehninin məğlubiyyətlər, savaşlar, Rus müharibəsi və köçlər görmüş bir şair olduğunu nəzərə alsaq, bu kəlmə onun şeirində talan olunmuş mal və ya əldən ələ keçən dünya qəmi kimi təsvir oluna bilir. Kəlapur yoxsul və dərviş və pərişan mənasına. Bəzi məxəzlərdə bu kəlmə məcazən pərişan, avarə və ya boş bekar qalan insanlar üçün işlənirdi. Yəni bir könül ki talan olub və qərib qalıb, onu kəlapur bənzədirlər. Tamam. Bu qədər yetər. Kəlapur. Cazib söz idi. Haradaydı o kəlapur? Aha. Məyus olub ülfətdən, canan ilə söhbətdən, ol kali vəslətdən, amma kəlapur etdik. Əli boş qaldıq. Zehni kimi şeydayı, ol aşık rüsvayı, çuyi səri sövdayı, birlikdə ubur etdik. Ehtimalən bu adam, mən istirdim, əgər imkanı olsa, Rus qəziyyəsindən bir şeylər yazmış olsa, şeirin axirlərinə, yəni kitabın axirlərinə gəlirik, amma burada 15-ci səhifədə bir şey oxuyaq, görək ki, bir şey vardı, yoxdur. Geçti sənsiz görəlim, hicr ilə əyyamım gəl. Geçti sənsiz görəlim, hicr ilə əyyamım gəl. Fərq olunməz qəm ilə, sübhüdən axşamım gəl. Şamidən zülf-i xiyalünlə səhər bidarəm. Şamidən zülf-i xiyalünlə səhər bidarəm. Şəb-i zülmətdəyəm, ey şəm-i şəb-i aramım gəl. Gəldi qəm padişahi məhkəmi hicranə. Gəldi qəm padişahi məhkəmi hicranə. Yazdılar qeyd edə hicrin ki, hicrinə əyyamım gəl. Yazdılar qeyd edə hicrinə əyyamım gəl. İki qaf etdi bəni həsrətün, ey qaşı kəman. İki qat etdi məni həsrətün, ey qaşı kəman. Uzadı sərvi qədün, tək bu səri sərəncamım gəl. Uzadı sərvi qədün, tək bu sərəncamım gəl. Zehni sayen gibi bir aşık oftadəndir. Zehni sayen gibi bir aşık oftadəndir. Vaxti Noruzudur, ey sərvi güləndamım gəl. Dəstə almış cam-ı səhba, səri gözlərdən gözəl. Dəstə almış cam-ı səhba, siz gözəllərdən gözəl. Məst edər uşşaq şeyda sən, gözəllərdən gözəl. Sən içində şöhrətin afaqı tutmuş sevdicim. Sən hüsn içində şöhrətin afaqı tutmuş sevdicim. Səltənətdə şad arasın. Səltənətdə şah darasın. Səltənətdə şahı darasın. Gözəllikdən gözəl. Ehtimalən beləsi oxunacaqdır. Burası silinib tazaşdan yazılıbdır. Qəngi mülkün padişahi, qəngi bürcün mahisin. Hasili əladən əlasın, gözəllərdən gözəl. Yusuf-i Kən'an imiş xublikdə əqranun sənin. Yusuf-i Kən'an imiş xublikdə əqranun sənin. Bir pəri sərvi misəl lalasın, gözəllərdən gözəl. Dəşt-i iqlimində kühsar-ı cünun xəlq olmədən. Dəşt-i iqlimində kühsar-ı cünun xəlq olmədən.
Zehniyi şeydای Leyla sen. Zehniyi şeydaya Leyla sen, gözəllərdən gözəl. Görək ki, burada şeir qurtarırmış əlbəttə. Geçir bir ayrı səhifəyə. Çuy hüsnün Kəbeyi ya çuy hüsnün Kəbə ya Firdevs ya xuld bərin. Çuy hüsnün çuy kənd. Çuy hüsnün Kəbə ya Firdevs ya xuld bərin. Ya gülüstan İrəm ya cənnəti məva benim. Tələtün mehri cahan arami ya بدری tamam ya فرشته ya peri ey şuх müstesna benim. Qaşı midir ya tağ ya mihrab ya qavsu gezeh. Qaş midir ya tağ ya mihrab ya qavsu gezeh. Ya hilali eid ya ابرو می bu ne آب kim? قامتون یا منتها یا سدره یا سروی باغ. قامتون یا منتها یا سدره یا سروی باغ. یا صنوبر یا نهال جنتی توبا kim. آب لعلون یا نباتی شهد یا قند عجم. یا حیاتی خضر دریا نفخه عیسی kim. یا حیاتی خضر در یا نفخه عیسی kim. گمری باغ جنان یا طوطی شیرین زبان. بلبل جویا می bilmem ذهنی şeyda kim. Getdim 136-cı səhifədən bir dana şeir oxuyaq. Lətifə dediği şansımıza gəldi bunu oxumaq. Göylüm istirdi bunu oxuyayım, amma Lətifə deyə bir şey yazıbdır. Əkkadə bir Rum gözəli. Əkka ehtimalən bir şəhər adıdır. Bugünkü Suriyyədə olacaqdır. Əkkadə bir Rum gözəli vəsfini təzkar eylədim. Sün xuda ləm yəzəli xəlqə bədidar edəlim. Əkkadə bir Rum gözəli vəsfini təzkar edəlim. Bir gözəli görüb deyir, onun gözəlliğin vəsfini açıqlayayım, edəlim. Sün xuda ləm yəzəli xəlqə bədidar edəlim. Qayət ilə ləhcəsi ağ. Qayət ilə ləhcəsi ağ. Gərdəni çiynində İraq. Gərdəni çiynində İraq. Sərvi gibi qamətə bax. Payinə rəftar edəlim. Nur enib gərdəninə, qəbqəğı ağ sinəsinə. Baxıb ala gözlərinə, nərcisi inkar edəlim. Cibhəsi ağ nur gibi, gərdəni kafur gibi. Zülfünə mənsur kimi canları bir dar edəlim. Canları bərdal edəlim, bir yox. Arizini güldən alıb, arizini güldən alıb, muyini sünbüldən alıb, nəğmə-i bülbüldən alıb, ruzi şəbi zar edəlim. Şöhrəti var gücbə çövkəbin. Şöhrəti var çövkəbənin. Şöhrəti var çövkəbinin. Ləzzəti var qəbqəbinin. Qəndi mükərlər ləbinin. Vəsnini təkrar edəlim. Al qədəhi saqi ələ. Badə bülünməzsə nolə. Al qədəhi saqi ələ. Badə bülünməzsə nolə. Zikr ləbi raful ilə. Zikr ləbi raful ilə. Ehtimalən raful ad olacaqdır. Kası-i sərşar edəlim.
Raful nə deməkdir? Qoyuruq bunu bir şey bəzi kəlmələrdə önəmli, amma nədən isə tapa bilmirəm bunu. Neydi bunun? Aha, tamam. Raful nə deməkdir? Raful sözü Bayburtlu zehninin yaşadığı dövrdə və o bölgənin Ərzurum və Bayburt əlyazmalarında iki fərqli yöndən açıqlana bilir. Məhəlli mənada Raful tağça və ya göz. Şimali Şərqi Anadolu və Ərzurum ağızlarında ki, zehni bu dilə çox hakim idi. Raful sözü bəzən raf, taxta, qəfəsə kəlməsinin değişilmiş və ya keçidilmiş forması kimi işlənir. O dövrün şeirlərində əgər bir şeyin boş qalmasından ya da kitabların və əşyaların düzüldüyü yerdən söhbət gedirsə, bu kəlmə işlənir. Raful, rəf sözündən gəlir. Raf. Ədəbi və müəmmiyalı mənada ra və ful. Zehni kimi əbcəd hesabına və müəmmiyalara maraqlı bir şairin divanında bu kəlmə iki parçadan ibarət bir kinayə ola bilər. Ra ərəb əlifbasının R hərfi, ful ərəbcədə paqla və ya bir növ gül mənasına gəlir. Tamam. Gedək kitabımıza görək ki, zikr-ləbi raful ilə kase-i sərşar edəlim. Al qədəhi saqi ələh badə bülünməzsə nölə zikr-ləbi raful ilə kase-i sərşar edəlim. Bu da raful elə o şey adına gəlir. Qəfəsə adına, rəf adına gəlir. İki dana bir-birinin üstündə olduqsa zikr-ləbi raful ilə kase-i sərşar edəlim. Muğçe-i şirin əda. Muğçe-i şirin əda hüsnü edər mehrə səla. Eşqi yetər dəhrə bəla. Yağəni səttar edəlim. Ehtimalən yağəni. Burada Allah, amma yağını da demək olar. Yağəni səttar edəlim. Bu da Allah'a deyir ki, ört da üstümüzü örtünən biz günahımıza devam eləyək. Məzhəbinə zahib olub. Məzhəbinə zahib olub. Çox gözəl işlədib kəlməni. Məzhəbinə zahib olub. Hər ikisi də getmək anlamındadır. Məzhəb də getmək anlamındadır. Zahib də getmək anlamındadır. Məzhəbinə, məzhəb yol. Yol. Şiə məzhəbi, yəni şiə yolu. Məzhəbinə zahib olub, xəlvətinə talib olub, tələtinə rahib olub, zülfünün zunnar edəlim. Aləmi olşuğ şərir. Aləmi olşur şərir, qıldı zəlalətlə əsir. Əlvisi, tərpüləsi, bu nə deməkdir? Əlyusi, tərpülisi, kərpüsi, xəbərdar edəlim. Ehtimalən əlyusi, kərpüsi, bunları bir-bir yazaq, bunlar bir ad olacaqlar, yer adı. Bunları xəbərdar edəlim. Əlyusi, tərpüsi ilə bunu yazaq, görək ki, əlyusi, tərpüsi ilə kərpüsi xəbərdar edəlim. Görək buna nə deyir? Sizin yazdığınız bu beyt Bayburtlu zehninin o məşhur və kəsrəli həcv tənz dilindən bir Sizin yazdığınız bu beyt
Bayburtlu zehninin o məşhur və kəsrəli həcv, tənz dilindən bir örnək kimi görünür. Buradakı kəlmələr klassik lüğətlərdə yox, daha çox o dövrün əsnaf dili, katib zargunu və ya şairin özünün yaratdığı məcazi səs uyumlu kəlmələr kimi təhlil olunmalıdır. Tayusu. Bu kəlmə böyük ehtimalla tay, bərabər, həmtay kökündən və ya ərəbcə tay, durmaq, dolanmaq kökündən törədilib. Zehni burada özünə bərabər və ya özünə rəqib gördüyü birindən söhbət açır. Ola bilir. Tərpus və ya tarpus kəlməsi əski Azərbaycan və Şərq Anadolu ağızlarında tarp, turp, tez, çapaq və ya tarpumaq, hərəkət etmək, çırpınmaq mənalarını verir. Tərpusi ilə, yəni bir cür tələsik, şitab ilə. Gərpusi nə olar? Bu kəlmə ən maraqlı məqamdır. Köhnə əsnaf və yanğıncı, tulumbacı, yanğıncı. Bu gün İranda atəşfişan, atəşnişan deyirlər, o. Yanğıncı, tulumbacı dilində qarpuz və ya gərpuz bir şeyi birdən-birə tutmaq, çinləmək və ya qapmaq mənasındadır. Tamam, bunu Lat ilə Üzzaya qədər, ta Hübəl-i Əlaya qədər, ta Hübəl-i, bunlar Lat-ı Üzza və Hübəl, bunlar Allah adlarıdır da ərəb dilində. Lat-ı Üzzaya qədər, ta Hübəl-i Əlaya qədər, kökdə Məsihaya qədər, şikvi tərkar edəlim. Böylə vücud, böylə kəmal, böylə tənasüblü cəmal, silsilə-i eşqini al, dəhri giriftar edəlim. Arızı lalələb mül, gülşəni hüsnü tuli gül, kimsə təriz dəcül, qıssə-i əğyar edəlim. Aşıqının bir həzəli, eşqi ilə mübtəzəli, bir gecə qurmuş gözəli, kəndimizə yar edəlim. Name qanuni alıb, məclis əhkamə gəlüb, didə budur çarə vurub əlbəttə, qapuyu divar edəlim. Sübhülə dübrændi bəşər, ya dibrændi bəşər, qobdi qiyamətdən əsər, getdi gibi surə xəbər, tövbiyə israr edəlim. Dedi o, məhbubə buyur, sizdə vəba etdi zuhur, gəl bizə bir qaç gecə tur, çarə və naçar edəlim. Qalə ləhu ruhi hədink, dar məsəl dar əbuk, qalə ləhu ruhi hədeyk, dar məsəl dar əbuk, sümmə ləhu vən ləhvənk, qəm ləhunk, ərəbcədir buraları, şəmmə həva dar edəlim. La təxvəf ey təmmə əsəl, innəni zabit di məhəl. Qul şüun əhkə təəl, küllühüm ihsar edəlim. Ərəbcədir bunlar, mən çox bilmirəm bunları. Biz dəxi qəhbədən çətarıq. Biz dəxi qəhbədən çətaraq, bişmiş aşə su qataraq. Həm alaraq, həm sataraq, cünbüş ətvar edəlim. Ol gözəli bidilik, aşıq həm varsa kələk, çali pənpə bədənək,
çale penpə bədənək gizli bazarı edelim. Aldı alan varımızı şeir ile göftarimize. Aldı alan varımızı şeir ile göftarimizi. Bildiler esrarimizi zihni neden ağır edelim. Tamam. Burada bir tənz ilə demişdi. Mən tənz ilə oxumadım amma tamam. Pərçəm-i şahane də bir gözəl bir şeir ola bilər. Amma məni də çağıran dostlar vardı. Getməliyəm. Kitabı burada oxuduq. Yenə bu şeyin sorunun kitabın sonunda yazılan qonunu oxuyaq. Şüəra-i benamidən pərverdiyiğumum-i ruzigar xacıqan divan-ı Humayunidən Bayburdi zehni zar Erzurum. Zar Erzurum ehtimalən bu zar adı deyil. Zar Erzurum yəni zar düşmüş oradan. Belə gəldi mənə. Bayburdi zehni zar Erzurum iyalətində kaini Bayburd nam qəsəbə əhalisindən olub 30 tarixindən bəri nəqd ömrün kəmalə sərf ilə sayi səniyyi cənab-ı mulukanədə vüzərai izam xidmətində kütablərində işar zehn iqtidar edərək əla qudrətil bəşəriyyə əsrində fələki kəmalata rəis və fələki kitabətə sərcis bulunan zəvatun hüsni burcis bulunan zəvatun hüsni himəm və feyzi qəvamləri ilə uruc məaric məzaya və nuzul mənazil ilm inşa ruyişindən tamam görür. Bula oxuduq yəni. Burada bu adamın hardan olduğunu deyir və hangi ildə öldüğünü də o birisi səhifədə deyir. Biz də bunu oxuduq. Bu yazan da Məhəmməd adında bir şəxsdir. 1284-cü ildə yazıbdır. Beləliklə bu günləri bir kitab oxuduq. Allaha şükür olsun. Çox sevinirəm belə bir kitabla tanış olduq. Sağ qalın. Bir ayrı gün, bir ayrı kitabla